öz səhiyyə sistemi üçün olduqca əhəmiyyətli bir struktur haqqında, mərkəzi sterilizasiya şöbələri haqqında məruzə edəcəm. Yaxlaşıq 1 saat içində mən sizə mərkəzi sterilizasiya şöbəsi nədir, işləyiş necə gedir, hansı memari texniki özəlliklərə sahibdir, bundan başqa buradakı şöbələr nələr, hansılardır, bu şöbələrdə hansı proseslər, hansı ardıcılıqla həyata keçirilməlidir, biz bu kontrolları, nəzarətləri hansı sistemlər vasitəsilə eləməliyik, mərkəzi sterilizasiya şöbələri üçün hansı beynəlxalq standart var və bundan başqa tibbi personel hansı vəzifə öhdəliklərə sahibdir, hansı haqları var, hansı sağlıq taramalarından keçirilməlidir. Bunlar haqqında danışıb bitirəcəyik webinarımızı inşallah və yaxlaşıq 1 saata yaxın çəkəcək. Ona görə məsləhət görürəm ki, çayınızı, kofenizi alasınız, rahat bir şəkildə müzakirə edək. İlk başda mən sizə kapaq fotoğrafı ilə başlamaq istəyirəm. Kapaq fotoğrafına fikir versəz, 3 böyük sterilizasiya tarixi üçün əhəmiyyətli olan tarixi hadisəni qoymuşam. Birinci şəkildə hamımızın tanıdığı məşhur mikrobiyologiyanın banisi hesab edirik biz onu. Louis Pasteur, Fransız mikrobiyoloğunu görürsünüz və məşhur onun kul boylu kolbalarını görürsünüz. Əslində bu şəkil çox böyük bir devrim nitəliyindədir. Çünki Pasteurə qədər sterilizasiya və mikrobiyologiya denilən bir anlayış yox idi. Spontan jenerasyon teorisi var idi. Bunu yəqin hər biriniz biyologiyadan xatırlayırsınız. Canlıların cansızdan əmələ gəldiklərini deyirdilər ki, bunun heç bir elmi əsası yox idi. Məsələn, deyirdilər ki, buğdadan fare əmələ gəlir, çirkabdan qurbağa əmələ gəlir və çürümüşəkdən qurd əmələ gəlir. Bunun heç bir elmi əsası yox idi. Daha sonra Louis Pasteur apardığı bu təcrübələ sübut etdi ki, xeyr, canlı orqanizmlər sadəcə canlılardan əmələ gələ bilər və insanlarda infeksiyon xəstəliklər xarici havada, suda, qida bulunan mikroorqanizmlər insan bədəninə keçişi nəticəsində əmələ gəlir. Həmçinin bu mikroorqanizmlər müxtəlif qidalı müddətdə də infeksiyonlara səbəb ola bilər. Buna görə də ilk kəs mikrobiyologiyanın əsasını qoydu və bundan başqa təmizlik, sterilizasiya və dezinfeksiyon vasitəsilə bu mikroorqanizmləri məhv etmək, orqanizmdən uzaqlaşdırmaq mümkün olduğunda pasteurizasyon, Pasteur fırınından məhz Pasteur gətirdi. Buna görə də Pasteur modern sterilizasyonun və mikrobiyologiyanın banilərindən biri hesab edilir. İkinci şəkildə isə Lister'i görürsünüz. Joseph Lister məşhur İngilis cərrahıdır. Lister'i biz hardan xatırlayırıq? Antiseptikadan. Antiseptikanın babası hesab edilir. Niyə hesab edilir? Çünki Lister Pasteur'in teorisini ilk kəs tibbdə tətbiq edən həkimdir. O, bu mikrob teorisini, yəni Louis Pasteur'in gətirdiyi teori mikrob və ya free və ya biogenez teorisi olaraq keçir. Bu teorini ilk kəs qəbul etdi, mikrob anlayışını qəbul etdi və bunu tibbdə icra etməyə başladı. Neynədir? Antiseptikləri ilk kəs əməliyyatxanada icra etməyə başladı. Yəni antiseptik olaraq karbonfuksin, fenol istifadə etdi. Əməliyyatxanaya gələn hər bir tibbi personel mütləq bir şəkildə əllərini fenol ilə yuyurdu. Bütün əməliyyat zamanı istifadə edilən cərrahi sarğılar və həmçinin postopda pansuman zamanı istifadə edilən bütün sarğılar mütləq bir şəkildə karbonfuksinlə isladılırdı. Hansı bölgə cərrahi olaraq açılacaqsa, orada mütləq bir şəkildə karbonfuksinlə silinirdi və bununla həmçinin otaqda çox fazla fısıq qurğular qoymuşdu. Buradan da karbonfuksin bütün günü otağa, əməliyyat otağına buradan karbonfuksina aerozol şəkildə verirdi. Və bununla da antiseptikanı tətbiq etdi. Ölüm oranları üçün amputasiya əməliyyatxanalarında %80'lərə çatdırdı. Bunun əsas səbəbi əməliyyat deyildi. Nozokomial enfeksiyonudur ki, bunu %20'lərə, %30'lara qədər düşürdü. Və buna görə də İngiliz kraliyyət ailesi tərəfindən Chevalier ordeni adını aldı və məşhur bizim Lister, bugün belə istifadə olunur, ağız qarqara var. O belə Listerin şərəfinə buraxılmışdır. Üçüncü səhnəmiz nədir? Aseptikan önəmli göstərir. Düzdür, Lister çox böyük bir tibbi adam idi. Antiseptikanı gətirdi, amma aseptikanı tamamen kənara attı. Çünki sokaqda geyindiyi kıyafətinə girirdi, əməliyyat edirdi. İstər-istəməz aseptik koşul pozulurdu. Buna görə sonra aseptikanı da burada Beckman və Holstein adıyla bağlamaq olar. Bu çox ilginç bir tarix var. Holstein bir cərrah olur. Öz həyat yoldaşı nişanlısı yanında işləyən bir tibb bacısı olur. Bu tibb bacısı dermatiti var idi və əlləri hər zaman bu karbonfuksindən zərər görürdü. Buna görə də bu buna əlcəklər düzəldir, sənayədən alır. Sonra bu əlcəklər istifadə etdikcə görülür ki, bunlar həm də mikroorqanizmlərin keçişinin qarşısını alır. Belə günümüzdəki steril əldivənlərə qədər gəlib çatır. Hətta buna tarixi mənbələrdə aşkın əldivənləri, sevgin əldivənləri asepsini yaratdı deyə belə məşhur bir başlıqlar var. Ondan sonra əlbəttə steril önlüklər, xalatlar, bütün cərrahi
istifadə edilən tekstil ürünlərin hamısının steril olması qərarına gəldi və günümüz modern sterilizasyon yarandı. Atoklavın kəşfi, sonra Roche tərəfindən postulatların kəşfi, bununla da müasir modern sterilizasyon və dezinfeksiyon yarandı. Amma bu proses çox dinamik bir prosesdir və hələ də inkişaf mərhələsindədir. İndi isə mən sizlərə mərkəzi sterilizasyon şöbəsinə keçməmişdən qabaq bizim ən çox istifadə etdiyimiz terimləri qısa olaraq tanımlamaq istəyirəm. Çünki bunlar çox qarışıq. İlk öncə sterilizasiya nədir? Hep danışırıq. Sterilizasiya bir cismin və ya maddənin səthində bulunan bütün mikroorganizmlər. Burada mikroorganizmə spor şəkilləri daxil olmaqla canlı və aktiv formlarını müxtəlif fiziksel metodlar və kimyasal maddələr istifadə edilərək tamamilə məhv edilməsi işləmidir. Əgər bir cihazı, bir maddəni sterilizasiya etmişiksə, orada mikroorganizma yükü sıfır olmalıdır. Hər hansı bir mikroorganizma rastlanırsa, deməli sterilizasyon effektivliyi yoxdur, sual altındadır. Bəs dezinfeksiya nədir? Dezinfeksiya isə mikroorganizmanın patogen və qeyri-patogen formalarını müəyyən dərəcəyə qədər azaltmaq və həmçinin bunları məhv etmək üçün istifadə edilen fiziksel və kimyasal metodlardır. Amma yadımızdan çıxartmayaq ki, dezinfeksiyon daha kısıtlı bir anlayışdır. Bir maddəni və bir cismi dezenfekte ettiğimiz zaman bu demek değil ki o tam sterildir. Hayır. Sadece mikroorganizma yükünü müəyyən dərəcəyə qədər azaldırır. Təhlükəsiz hala gətiririk, amma sıfırlamırıq. Eyni zamanda burada spor formlar var ki, bakteriya sporlar çox dirənclidir. Bunlar sterilizasiya etməsəniz heç bir şəkildə hansı dezenfektan istifadə edin, ölməyəcək. Buna görə dezenfektan və sterilizasiyona aid etmək lazımdır. Bəs dekontaminasyon və təmizlik nədir? Dekontaminasyon, sterilizasyon və təmizlik öncəsi hər hansı xüsusilə personelin təhlükəsizliyi açısından istifadə ediləcək alətlər, yəni sterilizasyon ediləcək alətlərin fiziksel və kimyasal üsullardan istifadə edərək üzvü maddə və patogen mikroorganizmlərinin etibarlı bir şəkildə təmizlənməsi işləmidir. Bəs təmizlik nədir? Təmizlik isə bir cismin və ya mühitin səthində bulunan tozdur, çirkdir, üzvü birləşmələr, qeyri-üzvü birləşmələrdir. Bunlar fiziksel metodlarla sürtmədir, yumadır. Bunun vasitəsilə təmizlənməsi işləmidir. Və heç vaxt yadımızdan çıxartmayaq ki, bəzən tələsirik, direkt sterilizasyonu edirik. Xeyr, bu yanlışdır. Hər zaman birinci basamaq təmizlik və dekontaminasiya eləməmiz gərekir. Hətta məşhur bir deyimdə deyildiyi kimi, təmizlik və dekontaminasiya olmadan sterilizasyon prosesi olmaz. Sterilizasyon prosesinin effektivliyi olmaz. Buna görə də sterilizasiya olmadan təmizlik olar. Amma təmizlik olmadan sterilizasiya prosesini həyata keçirməmiz beynəlxalq standartlara görə də düzgün deyil. Bəs antisepsiya və asepsiya nədir? Antisepsiya dedikdə vücudumuzun dərimiz xaricində bulunan və də bizim yumuşaq toxumalarımızda bulunan mikrofloranın hər hansı bir əməliyyat olsun, bir tibbi işlem olsun, qəza olsun, yaralanma olsun, travma olsun. Bu zaman bu mikroorganizm, yani sıfati səthdə bulunan mikroorganizmlər insan bədəninə keçib enfeksiyon törətməsinin qarşısını almaq üçün istifadə etdiyimiz kimyasallardır. Bizim müxtəlif antiseptiklər istifadə edirik. Və aseptika nədir? Aseptika dedikdə isə canlı və ya mühitdə, canlı toxumada və ya mühitdə xəstəlik törədə biləcək, enfeksiyon xəstəlik törədə biləcək mikroorganizmlərin tamamilə olmaması və ya tamamilə məhv edilməsi işləmidir, ortamıdır. Aseptikanı biz nə ilə edirik? Müxtəlif antiseptiklərlə, müxtəlif gigiyena vasitələrlə, sterilizasiya ilə. Bizim zaten sterilizasiya etmemizin başlıca səbəbi əməliyyatxananın aseptik olmasıdır. Əsas məqsədimiz bizim budur və buna görə bu da çox vaxt qarışdırılır. Bəzən antiseptik əməliyyatxana işlədir. Bu tamamen səhv anlayışdır. Antiseptik əməliyyatxana yoxdur. Antiseptiklər bir kimyasallardır, istifadə edirik asepsi üçün. Əməliyyatxana və ya tibbi işlem üçün mütləq bir şəkildə asepsi, aseptik koşul və aseptik mühit sözlərini işlətməmiz daha doğrudur. İndi mərkəzi sterilizasyon şöbəsinə başlayaq. Mərkəzi sterilizasyon şöbələri nədir? Tanımlasaq, İstər tibbi prosedürlər olsun, istər cərrahi əməliyyatlar olsun. Bunlar zaman istifadə edilmiş kirlənmiş, çirklənmiş tibbi və cərrahi alətlərin, avadanlıqların, sərf malzemələrin buraya gətirildiyi, burada ilk olaraq kateqoriyaya ayrıldığı, daha sonra burada sterilizasyonunun yapıldığı və ən nəhayətində sterilizasyon yapıldıqdan sonra depolanmasının və dağıtımın həyata keçirildiyi
və günün 365 günü, həftənin 7 günü fasiləsiz bir şəkildə fəaliyyət göstərən bir xəstəxana üçün olmazsa olmaz kritik əhəmiyyətə sahib dinamik mərkəzlərdir. Mərkəzi sterilizasiya şöbələri xəstəxana üçün çox əhəmiyyətli şöbələrdir. Bəs mərkəzi sterilizasiya şöbəsinin yeri və sahəsi necə olsun, necə yerləşdirək? Mən həm beynəlxalq standartlara, həm də Azərbaycanın milli sanitar epidemioloji standartlarına görə hər hansı bir rayonda və ya bir şəhərdə bir çox profilli bir xəstəxana nəzərdə tutulursa, bu xəstəxana İlkin layihə mərhələsi verildiyi zaman mütləq bir şəkildə mərkəzi sterilizasiya şöbəsi o layihədə göstərilməli dəqiq olaraq. Neçə kvadrat metr olacaq, neçə otaqdan ibarət olacaq, harada yerləşəcək, bunu mütləq vermək lazımdır. Niyə vermək lazımdır? Çünki siz xəstəxananı qurub, ondan sonra mərkəzi sterilizasiya şöbəsi əlavə etsiniz. Bu həqiqətən bir yamaq kimi görsənir. Niyə? Çünki mərkəzi sterilizasiya şöbəsinin öz daxili və xarici dinamiki var. Daxili dinamikinə gəldiyimiz zaman Nüzə xanımda qeyd etdiyi kimi bu proses zincirvari bir prosesdir. Yəni kirli malzemə gəldi, aldıq, təmizlədik, dekontaminasiya, dezinfeksiyon verdik, müayinə kontroldan keçirdik, sterilizatora verdik, aldıq, depoladıq, dağıtdıq. Bu zincir kimi bir olaydır. Bu zincirin hər hansı bir nöqtəsi qoparsa, bir nöqtəsində gecikmə olarsa, o zaman bütün proses pozulur. Xəstəxana həm maddi olaraq, həm iş yükü olaraq, həm performans olaraq zərərə uğrayır. Ona görə bu zincirin düzgün təşkil edilməsi üçün mimari olaraq bu otaqların arasındakı əlaqə yaxşı bir şəkildə təşkil edilməlidir. Bir də xarici struktur əlaqələri var. Xüsusən mərkəzi sterilizasiya şöbəsi əməkxana başda olmaqla, çamaşırxana olsun, material anbarları olsun, işçi təhlükəsizliyi, güvənliyi qurumları olsun, bunlarla sıx əlaqədədir. Və burada xüsusən mən əməkxanaya bir parantez açmaq istəyirəm ki, mərkəzi sterilizasiya şöbələri əməkxanadan idarə olaraq ayrı idarə edilsə də, funksiyon olaraq çox bağlıdır. Niyə? Bizim işimizin %80, %90 zaten buradan gəlir. Ona görə də əgər mümkündürsə mimari olaraq məhz əməliyyatxananın içərisində, əməliyyatxana blokunun içində yerləşdirmək lazımdır mərkəzi sterilizasiya şöbəsini. Əgər bu heç cürə mümkün deyilsə, o zaman yuxarı, aşağı, çitli və təmiz liflərlə yaxşı bir şəkildə əlaqəni qurmaq lazımdır. Əgər siz əməliyyatxana ilə koordinalı bir şəkildə işləməyi bacarmasanız, siz nə qədər yaxşı çalışsanız da çox deyir ki, əməyiniz heyif olacaq. Çünki orada koordinasiya mütləq qorunmalıdır. Dinamik bir şəkildə alım, verim, dağıtım və paylanım burada sağlanılmalıdır. Bunu da mimari olaraq yaxşı şəkilləndirmək lazımdır. Bəs mərkəzi sterilizasiya şöbələri sahəsi nə qədər olsun bir xəstəxanada? Bu nə qədər yer verək? Bu xəstəxanada yataq sayına, yəni çarpayı sayına görə dəyişir. Yataq sayı, çarpayı sayı nə qədər artarsa, bu sahədə artır. Amma ümumi beynəlxalq və milli standartlara görə bu mərkəzi sterilizasiya şöbəsinin ümumi sahəsi orta həcmli bir xəstəxana, yəni 100-300 otaqlı bir xəstəxana üçün təqribən 200 kvadrat metr olmalıdır. Bu dediyim kimi çarpayı sayına görə dəyişə bilər. Bir də mərkəzi sterilizasiya şöbəsinin öz aralarında dağıtımı var. Bunları nəyi göstərə bilərik? Bunlara birinci növbədə göstərə bilərik. Kirli sahə, təmiz sahə, bunlar %35 ən çox sahəni təşkil edir. Bir də steril sahə %20'lik ən azı dəstək sahə təşkil edəcək %10'luq bir sahə. İndi gəlin memari və texniki xüsusiyyətləri. Mərkəzi sterilizasiya şöbəsini qurduğumuz zaman mütləq bir şəkildə burada deməli istifadə edilen bütün memari texnologiyalar və bütün memari vasitələr mütləq bir şəkildə beynəlxalq standartlara cavab verəcək. Yəni hər hansı bir standarta cavab verməyən bir materialdan istifadə etmək kəsinliklə qadağandır. Bəs necə bunu quraq? Söhbət döşəmə, tavan və divarlardan gedirsə, bu zaman deməli nədən hansı materialdan istifadə edəcəyik? Birinci növbədə istifadə edəcəyik enfeksiyon mənbəyi yaratmayan. Yəni burada enfeksiyon mənbəyi yaradacaqsa, infeksiyanı yayacaqsa, belə materiallardan qaçmaq lazımdır. Birinci növbədə bu. İkinci növbədə əgər siz mərkəzi sterilizasiya şöbəsində işləmişsinizsə və işləməyə davam edirsinizsə, bu zaman görəcəksiniz ki, ora qaynayan bir qazana bənzəyir. Böyle hər yerdən buxar çıxır, istidir, nəmdir, rütubətdir. Buna görə elə materiallardan istifadə etmək lazımdır ki, ısıya dayanıqlı olsun, nəmə dayanıqlı olsun, rütubətə dayanıqlı olsun, həmçinin bu aşınmasın, aşınmaya qarşı dayanıqlı olsun. Buna görə nədən istifadə edək?
Genelde tabanda istifadə etməliyik çelik poladdan. Polad, yəni paslanmaz poladdan. Bir də bu havalandırma rejimini qurarkən mütləq bir şəkildə elə qurmaq lazımdır ki, tabanlar kirli otaqla təmiz otağın havası bir-birinə kesinlikle qarışmasın. Bu yasaqdır. İkinci növbədə döşəməyə baxdığımızda ən çox istifadə etdiyimiz polivinildir. Çünki polivinil enfeksiyon keçməsinin qarşısını alır. Üçüncü növbədə duvarlarda bəs nə istifadə edək? Duvarlarda isə istifadə edək. Ən çox yəni seramik istifadə etdiyimiz budur və ya mozaik istifadə edə bilərik ki, bunlar həm yaxşı bir şəkildə yuyulur, həm də enfeksiyon mənbəyi yaratmır və aşılanmaya qarşı da yaxşıdır. Bundan başqa su təchizatına və işıqlandırmasına baxsaq, işıqlandırmaya baxdığımız zaman şöyle ki, işıq amplitudatı hər şöbəyə görə dəyişir. Ancaq ən gür amplitut mütləq bir şəkildə təmiz otaqda bunu ayarlamalısınız. Çünki təmiz otaqda biz orada müayinə kontrol etdiyimiz için bizə bu mütləq işığın gürlüğü lazımdır. Sonra gəlir su təchizatı. Su təchizatı burada önemlidir. Biz buradan yani tövsiyə edilir ki, distiller su. Bu sefer reaktive edilmiş 3. dərəcə distiller su istifadə etmemiz tövsiyə edilir. Niye istifadə edilir? Sistemdə diyonize ve demineralize edilmiş su istifadə etməliyik. Çünkü bizim istifadə ettiğimiz, yani steril ettiğimiz aletlerin çoxu metaldır. Bu metal aletler biz direkt sərt suyla yusaq, bu sərt suda ağır metal iyonları var. Bunlar aletlerle reaksiyaya girib, dəmir yorğunluğu dediğimiz, yani aletlerin tez bir zamanda sıradan çıxmasına və paslanmasına səbəb olur. Buna görə də biz bunu mütləq bir şəkildə həyata keçirməliyik ki, diyonize ve demineralize edilmiş su istifadə edək. Və burada istifadə etdiyimiz zaman da, yəni bizim əsas məqsədimiz odur ki, bu aletlər uzun müddət istifadə edək, uzun müddət bundan istifadə edilsin. Biz burada sərt su istifadə etsək, zaten aletin ömrünü özümüz qısaltmış oluruq. Ona görə də buna mütləq bir şəkildə riayət etmək lazımdır. 3. dərəcə reaktive edilmiş diyonize, demineralize sudan istifadə etmək tövsiyə edilir. İndi gələk mərkəzi sterilizasyon şöbələrinin bölmələrinə. 4 başlıca bunun otağı var. Birinci otaq nədir? Birinci otaq gedib kirli çirkli sahə, yəni qırmızı otaq. Burada kirli çirkli sahələrin qəbulu və təmizləmə, dekontaminasiya, dezinfeksiyon işləmləri həyata keçirilir. İkinci sahəmiz gəlir təmiz sahə, yəni mavi sahə. Mavi sahədə isə burada ən çox müayinə kontrol, paketləmə və daha sonra isə sterilizasyon prosesləri həyata keçirilir. Üçüncü otağımız gəlir yaşıl sahə, yəni steril sahə. Burada artıq depolama və dağıtım prosesləri həyata keçirilir. Dördüncüsü dəstək, daha çox texniki sahələr. Burada personelin geyinmə, soyunma otaqları olsun, sanitar qavşaqlar olsun, mətbəx olsun, eğitim otağı, idarə ofislər, güc mənbələri bunlar yerləşir. İndi mən öz Türkiyədə istifadə etdiyimiz dərnəyin genel yapılandırma şəklindən istifadə edirəm. Sizə də bu bir də şəkil üzərindən anlatmaq istəyirəm. Burada şəkildə genel mərkəzi sterilizasyon şöbəsinin şeması necə olmalıdır? Bunun haqqında danışılır. 3 sahə gördüğünüz gibi ardıcıl olarak yerləşir. Kirli alanla təmiz alan arasında 2 qapaqlı, yəni yıkayıcı dezenfektörlərin olması tövsiyə edilir, lazımdır. Təmiz alanla steril alan arasında 2 qapılı otoklafların yerləşdirilməsi tövsiyə edilir. Bununla da hər hansı bir insan əli dəymədən iş yükünün daha rahat olmasına şərait yaradılır. Bu da tam qabağında yönetici alan, bundan başqa digər teknik sahə, paketləmə alanı, paketləmə otağı həm təmiz odanın qarşısında da ola bilər, paketləmə cihazını təmiz otaqda da qoya bilərsiniz. Problem olmaz. Burada ən böyük yaşanan problem nədir? Heç çox yadımızdan çıxartmamaq lazımdır ki, malzeme qəbulu kirli alandan olacaq. Malzeme çıxışı steril alandan olacaq. Heç vaxt steril alandan malzeme qəbulu kirli alandansa malzeme çıxışı yapmırıq. Bu bütün sterilizasyon prosesimizi məhv etmiş olarıq. Buna mütləq bir şəkildə diqqət etmək lazımdır. Bir də yönetici ofisi, həkim və ya orta tibb işçisi elə bir yerdə oturmalıdır ki, hər 3 sahəyə nəzarət etsin. Hər 3 sahəyə baxa bilsin. Bunlar önəmli struktur göstəricilərinin önəmli prinsiplərdən biridir. Həmçinin təmiz otaqda burada sterilizatörləri də yerləşdirə bilərsiniz. Otaqlar olsun. Bir də etilən oksid dışında diğer hidrojen peroksit və formaldehid sterilizatörləri də burada ola bilər. İndi başlayaq kirli sahə, çirkli sahə ilə. Kirli sahə nədir? Nə iş həyata keçirdi? Bütün tibbi və cərrahi əməliyyatlar və prosedürlər zamanı istifadə edilmiş tibbi və cərrahi alətlər, malzəmələr, səhv malzəmələri ilkin olaraq kirli sahədən qəbul edilir.
buradan kategorilere ayrılıb ilkin təmizlik prosesləri həyata keçirilir. Həmçinin bu cərrahi alətlərin daşıdığı daşıma vasitələri də burada təmizlənir və dezinfekte edilir. Hər hansı bir aləti daşıma cihazı ilə gətirirsə, bunu kəskin təmiz otağa buraxmırıq ya da steril otağa buraxmırıq. Orada təmizləyib, oradan geri göndərilir. Bundan unutmamaq lazımdır. Daha sonra gəlir kirli otaqda ümumiyyətlə necə qurulur? Şəkildə göründüyü kimi bu birinci sahəsidir. Sterilizasyon şöbəsinin fiziksel olarak əməliyyatxana blokundan ayrılır və xüsusi bir giriş, xidmətli bir giriş qapısı olur və böyük bir pəncərəsi olur ki, buradan sadəcə qəbul yapılır. Nə çıxış yapılır, nə də personelin çıxış yapması buradan yasaqdır. Ümumiyyətlə, peki kirli otaqda nə olur? Kirli otaqda gördüyünüz kimi birinci paslanmaz poladdan ibarət olan təzgahlar olur burada. Daha sonra iki qapılı, çift qapılı dezinfektörləri görürsünüz. Həmçinin ən əhəmiyyətlisi burada yıkama lavaboları olur, hava su tapancaları olur. Daha sonra ultrasonik cihazlar ola bilər, yıkama üçün istifadə etdiyimiz. Genel görünümü bu şəkildədir. Burada ən vaciblərdən biri nədir? Yıkama lavabolarıdır. 3 cür yuma, çanağı və ya lavabosu olması gərəkir. Bunlardan birincində ön təmizləmə eləyirik, ikincide yuma eləyirik, üçüncüdə durulama eləyirik. İlk ikisində distillə su, üçüncüdə isə dionizə və dimineralize edilmiş suyun olması tövsiyə edilir. Və çanaqlar da 30 cm dərinlikdə olsa daha yaxşı olur. Hər hansı bir sıçramaya qarşı, bir zədələnməyə qarşı. Bir də məsələn əl yuma, xüsusən personelin özünün əl yuması, giyenası üçün əlavə bir burada yuma çanağın olması da tövsiyə edilir. Mən indi siz vizual olaraq Türkiyə Konya şəhərində yerləşən Səlcuq Üniversitesi Tıp Fakültəsi Xəstəxanasının mərkəzi sterilizasyon şöbəsinə aparmaq istəyirəm. Niyə bura aparıram? Çünki mən doktoramı, bütün tip eğitimi deyirlər ki, Səlcuq Üniversitesi Tıp Fakültəsi Tibbi Mikrobiyologiya ana bilim dalında almışam. Oranın araşdırma görevlisi asistant olarak çalışmışam və bizdə rotasiya var idi. Çünki Türkiyədə mərkəzi sterilizasyon şöbələri böyük oranda mikrobiyologların sorumluluğuna verilir və biz orada 3 ay ilk önce çömez asistan olarak işlemişim. Hakikaten asistanlığım boyunca bir Covid'de bir de burada durmadan işlemişim. Çünkü o kadar dinamik bir bölmedir ki bizim bölmemiz. 957 yataklıqdır Səlcuq Üniversitetinin xəstəxanası. Evet. Və durmadan durmadan əməliyyat prosesləri həyata keçirilir. Həmçinin polikliniklərdə də gastroskopisi, endoskopisi, sistoskopisi, plastik cərrahi heç durmadan yəni yuma, yıkama, sterilizasyon prosesi həyata keçirilir. Daha sonra isə 1 il yarıma yaxında sorumlu asistan olarak işləmişəm. Hocam bura baxdığı zaman elmi rəhbəri, mən də onunla bərabər infeksiyon kontrol komitəsində iştirak etmişik. Yəni mərkəzi sterilizasyon şöbəsində həyatımın bir dönəm, bayağı bir haşır nəşir olmuşam deyə bilərəm. Və indi mən sizdən öz sahələrimizi anlatarak daha pratik bilgiler sunmağa çalışacağım. Bura bizim kirli sahəmizdir, sterilizasyon şöbəsidir. Bura girişimizdir, xüsusi bir girişimiz vardır. Otaqda gördüğünüz gibi yine paslanmaz çəlikdən oluşan burada təzgahlarımız, yıkama lavabolarımız, burada çift kapılı dezenfektörlerimiz, ultrasonik cihazlarımız ve tepsilerimiz yerleşirdi. Genel standartlara uygun bir otağımız var idi. İlk başta girişte koruyucu ekipman olurdu. Personelin özünü koruması ve giyinmesi için. Bir de bizim 3 ayrı dəftər var idi. Poliklinika, şöbə, yəni şöbə, klinika servis, bir de əməliyyatxana. Gətirilən bütün aletlerin burada ilk önce qeydiyyat aparılırdı. Hansı şöbədən gəlib, kim gətirib, saat neçədə gətirib, saat neçədə steril edildi, neçədə verildi, kimə verildi. Mütləq bir şəkildə burada qeydiyyat apardıq. Çünki qeydiyyat olmadan bizim başımız çox ağrıyar. İndi gələk təmizlik prosesinə. Təmizlik prosesi mərkəzi sterilizasyon şöbələrində 3 şəkildə aparılır. Kirli odada. Birinci gəlir əli ilə yuma. Sonra dezenfektördə yuma. Bir de ultrasonik cihazda yuma. Birinci gəlir əli ilə yuma. Nəyi əldə yuya? Bir qayda olarak bütün endoskopik cihazları hamısını əldə yumamız lazımdır. Yani endoskopik cihaz dediğimde bütün burada larinskoptur, endoskoptur, histoskoptur, sistoskoptur, bunlar burnoskoptur. Bunların hamısı optik hissəsi var. Bunların optik hissəsi olduğuna göre biz bunu dezenfektöre koysak cızılar, zərər görər. Xeyirdən çox zərər vermiş olar. Buna görə mütləq bir şəkildə bütün endoskopik cihazlar əl ilə yuyuruq. Ne edirik? Mesela şəkildə gördüyünüz bir larinskoptur. İstifadə edilib gəlir.
İstifadə etdikdən sonra bunun bizim küvetlərimiz vardır. Enzimatik solüsyonumuz var. Bu solüsyonlarda 15 dəqiqə bekletirsiniz. Beklətdikdən sonra bunları ilk önce bir fiziksel temizlik, sürtme işlemi hayata geçirirsiniz. Ve burada xüsusən sizə fırçaya diqqət çəkmək istəyirəm ki, fırça görürsünüz plastikdir. Metal fırça istifadə etsəm olar? Hayır, olmaz. Niye olmaz? Çünkü dediğim gibi o da metal, bu da metal. Burada ne olacak? Yine paslanma, metal yorgunluğu olacak. Ona göre bir kullanımlık, tek kullanımlık plastik fırça istifadə edəcəyik. Ön təmizləmə yapırıqsa endoskoplar için. Bunu da unutmamaq lazımdır. Təmizlədik, yıkardıq. Sonra burada hava tapancaları var. Əlbəttə, nəmli rütubətli bir şəkildə qoya bilmərik. Tapanca ilə yaxşı bir şəkildə quruduruq. Bütün nəmini alırıq. Daha sonra sterilizatöre göndəririk. Bir de burada xüsusən bu KVC, kardiyovasküler cerrahinin anjiyo diye istifadə etdiyi birçok buna biz drenaj deyirik, kateter de deyə bilərsiniz. İstifadə edilir. Aslında bunlar tek kullanımlıqdır. Ancaq biz maddi olarak biraz tasarrufat etmek için bunları steril edirdik. Necə olurdu? Mesela biz kardiyovaskülere ve kardiyoloji olarak küvetlerimizi kurmuştuk. İşlem bittikten sonra oradaki personel onu enzimatik solüsyona koyurdu. Ön temizlemeni özü yerine getirirdi. Daha sonra bize getirirdi. Biz de bunu tamamen kurudurduk. Tertemiz edirdik. Bütün nemmişliğini alırdık. Paketleyip sterilizatöre gönderirdik. Yani xəstəxananın bütçesine bu şekilde xeyir verirdik. Şimdi gələk əsas işimizə. Bizim əsas işimiz nədir? Əlbəttə ki, setləri yumaqdır. Cerrahi setler gelmeye başladı gün ortaya doğru. Gün ortaya doğru gelmeye başladığı zaman başladık biz bunları en çok set yumağa. Setleri ilk önce açırdık. Setlerin içinde mütləq bir şekilde qeydiyyat vərəqi olması gerekir ki, bu kimindir, nəyindir, kim gətirdi. Qeydiyyat olmayan hiçbir seti qəbul etmirdik. Daha sonra ne edirdik? Başladık bunları açmağa. Burada bizim dediğim kimi yine paslanma çelikten olan tepsilerimiz var idi ve biz burada çift nömrəlendirmə edirdik. Niye? Mesela tutaq ki, gəlib kardiyovaskülərdən setin içərini alırdıq, açırdıq bura. 3 nömrəsini hem setin içine koyurduk hem de setin çıxartdığımız konteynerin içerisine koyurduk. Burada qoşa nömrələndirmə eləməsəniz, aləm bir-birinə həqiqətən qarışar. Çünkü bilməzsən ki, bu set hansının içəriyində, hardan çıxdı, necə çıxdı. Ona göre mütləq bir şəkildə çift burada nömrələndirmə eləyirdik. Daha sonra təmiz otaqda qarışıqlıq olmasın diye. Sonra başladıq nə eləməyə? Açmağa. Bütün setler hamısı, bütün cərrahi aletler açık bir şekilde dezenfektöre girecek veya yuyulacak. Bütün qayçıdır, klempdir, ekartiyördür, bundan başka partukidir. Bunlar hamısını mütləq bir şekilde açık bir şekilde koymak lazımdır. Açtık, daha sonra ön yıkamadan geçirdik. Ön yıkamadan geçirdikten sonra ise neyimiz var? Ultrasonik cihazlarımız var. Ultrasonik cihazları niye istifade edirik? Çünkü bəzi aletlerde çıkmayan, temizliğe rağmen çıkmayan lekeler olur. Hatta meşhur deterjan reklamlarında dediği gibi inatçı lekelere karşı biz bunu istifade edirik. Bu ultrasonik cihazlar. Enzimatik solüsyon var. Hazırlayırsınız. Koydunuz içine, seti 5 dakika bekletirsiniz. Oradaki dalgalarda bütün inatçı lekeler çıkır. Yani arxain olursunuz ki, hər hansı bir leke kalmadı. Sonra bunu alırsınız, yumadan keçirib artıq dezenfektöre verə bilərsiniz. Ve yuyucu dezenfektörlerimiz var. 3 tane elimizde, 2 tərəfliydi. Bir neçə modu var. Bildiğiniz böyük bulaşık makinelerdir bunlar. Bunlar biz 70 dəqiqəlik modda işləndirdik və xüsusi deterjanları var idi. Deterjanını koydunuz. Aletleri yüklediniz. Daha sonra başladınız ve özü için burada yuyup daha sonra artık çıkışı da temiz otaqdan sağlandı. Bir de var hepatit ve HIV xəstələrini və aletlərini necə yuyacaq, nəyə diqqət edək. Burada eğer hepatitli bir xəstə, HIV'li bir xəstə, enfeksiyon keçmə riski olan bir xəstə varsa, bunu aletler bize xüsusi olarak gəlir və xüsusi olarak mütləq bir şəkildə orada qeyd edilməlidir. Bu xəstə mesela hepatit B var, hepatit C var. Eğer bu şəkildə gəlməsə, bunun çok büyük kanuni yatırımı var. Bu şekilde gelirdi bize. Biz artık bilirdik ki bu mesela hepatit C xəstəsinin aletidir. Eğer bu set bizden acil bir şekilde istenmirdirsə, biz günün sonuna doğru bekletirdik ki iş yükü azaldı da geceye doğru bunu steril edək. Çünkü niye? Biz eğer hepatit C'li bir xəstənin aletini qoyuruqsa, mesela ultrasonik cihaza,
O bittikten sonra ultrasonik cihazı kapatırıq, bütün suyu boşaldırıq və buranı dezenfekte edib yenidən buranın içərisini doldururuq. Buna görə də bu çox əhəmiyyətlidir ki, hepatitli, HIV'li xəstənin bu cihazları, yəni bu alətləri normal xəstələrlə qarışmasın. Əgər belə bir qarşılıq olar, bu çox ciddi sonuçlara səbəb olar, çox ciddi qanuni yatırımları var bu işin. Buna xüsusən diqqət etmək lazımdır enfeksiyon kontrol riski açısından. Bir də burada qoruma çanaqlarının olması təvsiyə edilir personeli qorumaq üçün. Duş banyoları, göz duş banyoları deyil. Mikrobiyologiya əgər mütəxəssislər varsa aranızda bunu yaxşı bilər. Bizim normal kültürdə, serologiyada bu var ki, hansı bir sıçrayış olduqda bunu həmin dəqiqə müdaxilə etmək və daha sonra iş həkiminə müraciət etmək lazımdır. İndi gələk təmiz oda. Təmiz odaya gəldikdə isə istər əldə yuyun, istər ultrasonik cihazda yuyun, istər dezenfektorda yuyun. Sonra burada təmiz otaqda alacaqsınız bunu. Başlayacaqsınız bunu ilk öncə müayinə kontrolundan keçirəcəksiniz. Sonra isə paketləyib sterilizatöre verəcəksiniz. Verdiğiniz zaman ise birinci növbədə bu müayinə kontrol nədir? Necə eləyəcəksiniz? Aldığınız tek bütün aletlere bakacaksınız. Şəkil varsa oradan devam edin. Yoxdur, orada göstərərəm. Deməli, bütün alətləri aldınız. Alətlərin hamısına tek baxırsınız. Müayinə kontroldan keçirirsiniz. Baxım varsa baxım verirsiniz. Artıq yararlı deyilsə setin içindən çıxartmaq, bildirmək lazımdır. Bunu bu keçəndən sonra paketləyib sonra sterilizatöre vermək lazımdır. Təmiz otağın quruluşu necə olur? Genelde yüksek hündürlükte təzgahlar olur. Yəni paslanmaz çəlikdən olur bu təzgahlar və burada ayaqüstü çox kişilər durmadan seti kapatırlar, müayinə kontrol edirlər. Buna görə də ayaqüstü çalışma rahat olmalıdır. Bir də dediyim kimi işıqlandırma yaxşı olmalıdır. Hətta bizdə enən qalxan lambalar var idi ki, lazım olan nəsə görəndə o lambanı endirir, işıqdan daha yaxşı bir şəkildə baxa bilirdi. Bir de bunlardan ne olacak? Sterilizatörler təmiz otaqda. Otoklavlarda hər hansı bir problem yoxdur. Direkt qoya bilərsiniz. Amma qaz sterilizatörlərindən söhbət gedirsə, hidrojen peroksid və formaldehidi normal təmiz otaqda saxlaya bilərsiniz. Amma əgər etilen oksid istifadə edirsinizsə, etilen oksid üçün yaxşı olardı ki, təmiz otaqdan ayrı bir sahədə xüsusi bir hermatik hava rejiminə sahib olan bir otaq, bir sahə düzəldəsin ki, bu zəhərli bir qazdır. Personeli qorumaq üçün bu tədbiri görmək lazımdır. Həmçinin o otaqda qaz detektorlarını qoşmaq lazımdır ki, hər hansı bir problem olanda bunun qarşısı alına bilsin. Və əgər personel gündə sadəcə bir dəfə yükləmə yapması lazımdır. Yəni yığın bütün ekran oksidə nə gedəcəksə yığın bir gün axırına doğru personel bütün geyinsin başdan ayağa bir dəfə yükləsin. Çünki etilen oksidə nə qədər çox məruz qalsanız bir o qədər xəstəlik görmə ehtimalı artır. Ona görə gündə bir dəfə məruz qalmaq daha yaxşıdır. Bura bizim təmiz sahədir. Gördüyünüz kimi kirli sahələ təmiz sahəsinin bizim arada bir burada pəncərəmiz var və pəncərədə burada istifadə etdiyimiz nömrələndirilmiş setləri, konteynerləri görürsünüz. Daha sonra burada bunlar təmizlənirdi, çıxırdı. Biz gözləyirdik. Bir yarım saat bunların qurumasını gözləyirdik. Daha sonra isə burada başlayırdıq nə etməyə? Set açmağa. Seti açıp yığırdık ve burada setleri açarken həqiqətən tek kontrol edirdik ki, içində nə var, nə yox, necə istifadə edəcəyik, necə qoyacağıq və hər setin bizdə mütləq bir şəkildə protokolu olurdu. Bu protokola görə baxırdıq ki, hansı eksiklik var, hansı artıqlıq var, bunu mütləq bir şəkildə nəzərə almaq lazımdır. Yəni seti kapatmaq sadəcə kapatmaq deyil, içərini mütləq bir şəkildə görməniz lazımdır. Burada kapattığımız zaman da xüsusən bu kəsici dəlici alətləri kapatırsınızsa, kapattığınız zaman mütləq bir şəkildə bunlar ikinci bir paketə qoymaq lazımdır. Əhəmiyyətində burada qayçı və klem olsun. Bunları mütləq bir şəkildə ağzını paketin bu tərəfə yəni açanda cərrah və ya tibb bacısı onun qulpunu götürəcək. Ağzını yox. Çünki ona sterilizasyon prosesi pozulur. Mütləq bir şəkildə bu şəkildə kapatmak lazımdır. Daha sonra kapattık. İçerisine ne koyacak? Kimyasal indikator koyacak. Kimyasal kontrolünü koyacak. Tek kullanımlık kilitlerden istifade edecek. Bu şekilde kilitleyecek. Tarifini, adımızı, soyadımızı qeyd edəcəyik. Ona görə ad soyad qeyd etmək lazımdır ki, gedib əməliyyatında problem yaşayanda biz tapırdıq ki, bu hansı personeldir? Bunu kim xətalı qapadıbdı? Yoxsa bütün sterilizasyon şöbəsi töhmət altında qalır ki, bunu kim kapattı? Ona görə də ad yazmaq, kimin yazdığını bilmək çox əhəmiyyətlidir setin üstündə.
İndi gələk paketləməyə. Üzr istəyirəm. İndi gələk paketləməyə. Paketləmə niyə vacibdir? Yəni, niyə paketləmə eləyək? Direkt steril olduğu bir maddəni direkt istifadə etsək olmazmı? Bilməli olaraq xeyr. Niyə? Çünki paketləmə steril etdiyimiz maddənin və ya cismin, alətin istifadə edilmə anına qədər steril qalmasını təmin edir. Yəni, sterilizasyon davamlılığını saxlayır. Buna görə mütləq bir şəkildə paketləmədən istifadə etməliyik. Həmçinin biz bu aləti burada steril etdik. Bu aləti buradan başqa bir yerə daşıdıkları zaman da mütləq bir şəkildə bunlara kontaminasyon olma ehtimalı olur ki, bu kontaminasyon qarşısını almaq üçün də paketləmə işləmini həyata keçirməliyik. Bəs ideal paketləmə maddəsi necə olur? Hər material paketləmə materialı olaraq istifadə edilə bilərmi? Əlbəttə ki, xeyr. Burada nəyə istifadə edəcəyik? Mütləq bir şəkildə paketləmə materialı yaxşı baryer funksiyası yerinə yetirəcək. Sudur, mikrobdur, üzü maddədir, tozdur, çirkdir. Bunun içəri daxil olmasının qarşısını alacaq birinci növbədə. Daha sonra standart bir performansa sahib olacaq. Hər dəfə istifadə etdiyimizdə eyni standartda, eyni performansı göstərəcək. Daha sonra isə bunun xüsusən toksik maddə içərməməsi gərəkir və sterilizatör maddənin paketin içərisinə yaxşı bir şəkildə dövr edib, yaxşı bir sterilizasyonu sağlamasını bu təmin etməlidir. Bu şərtlər mütləq bir şəkildə gözləməliyik. Buna görə paketləmə maddəsini istifadə etməliyik. Paketləmə hansı materiallardan mərkəzi sterilizasyon şöbəsi üçün? Tək kullanımlıq kağızlar var, daha sonra rulolar var, toxunmamış parçalar var və ya çox istifadə etməyə en ISO 13750 kriterinə uyğun gələn çox istifadə etməyə uyğun tekstil ürünləri var. Da çox var yəni, amma biz ən çox günümüzdə nə istifadə edirik? Əgər buxar sterilizatörüdürsə, sterilizasyon rulonlarını istifadə edirik. Əgər qaz sterilizatörsə, Taybik film istifadə edirik. Bunların ikisindən istifadə edə bilərik. Bəs bunlardan necə istifadə edirik? Sterilizasyon ruloları və ya poşetləri, bunların bir tərəfi kağızdır, digər tərəfi film, yapışqanlıdır. Və bunları istifadə etdiyimiz zaman mütləq bunların kənarlarında bunların lot numarası, seri numarası, referans nömrəsi, şirkətin adı, standardı, ISO standardı və kimyasal indikatorlar burada olmalıdır. Qaz sterilizatörlərimizdə Taybik film istifadə edirik. Burada da polietilin, polipropilen, polietilen ibarət olan kağızlardır. Digər tərəf isə bunlar yenə şəffaf filmdən istifadə edilir. Bunlar da eyni şəkildə bütün lot numaraları, seri numaraları, referans nömrələri mütləq bir şəkildə qeyd etməli və kimyasal indikatorun rəngi də burada bilinməlidir. Məsələn, tutaq ki, burada sarıdan, qaradan yaşıla dönür, hidrojen peroksiddə, etil oksiddə sarıya dönür. Bunları mütləq bir şəkildə bilmək və izləmək lazımdır. Burada da sterilizasyon yöntemində hansı paketləmə maddələrinin istifadə edilməsi haqqında bu tabloyu qoymuşam. Vaxtımız da olsun, tək-tək danışmıram. Amma ən çox konteynerlər, həm plastik, həm metal konteynerlər bütün demək olar ki, həm qaz, həm də ki, buxar sterilizatörlərində işləməyə imkan verir. Paketləməyə gərək. Paketləmə zamanı paketləmə cihazlarımız var. Bizim 2 dənə idi. Biri yarım otomatikdir, biri tam otomatikdir. Bu yarım otomatik cihazımızı burada görürsünüz. Paketləməyə başlayırdıq. Paketlədiyimiz zaman da bunun da xüsusi üsulu var. Paketin mütləq bir şəkildə %75%-ni dolduracaq, kənarlardan 1.5 sm açıqlıq qalacaq şəkildə bu paketləmə prosesini həyata keçirmək lazımdır. %100 doldurum, sterilizasyon tez bitsin. Bu məntiqsiz bir düşüncədir. Çünki onu o şəkildə doldurduğunuz zaman buxar kalitəsi aşağı olacaq. Yaxşı nüfus olmayacaq. Sterilizasyon yaxşı getməyəcək. Buna görə də %75 deyil, 1.5 sm açıq qalacaq şəkildə paketləri doldurmaq lazımdır. Və dediyim kimi, məsələn, alət saflığı, yəni tutacağı mütləq bir şəkildə rulonun bu çıxacağına gələcək. Qayçının ağzı iç tərəfdə olacaq. Yəni, cərrah açanda onun əlinə onun ipi gələcək, tutacağı gələcək. Ağzı gəlsin, sterilizasyon direkt pozulur zaten. Bunların hamısına mütləq bir şəkildə diqqət etmək lazımdır. Bir də var raf ömrü. Bəs raf ömrünü necə müəyyən edirik? Etiket cihazlarını istifadə edirik. Bizim tam avtomatik cihazımız zaten özü direkt olaraq etiket atırdı, raf ömrünü bildirirdi. Burada da özümüz tarixə görə ayarlayırdıq. İndi baxdığımız zaman əgər sterilizasyon buxar sterilizatör vasitəsilə yerinə yetirilirsə, tək katman, tək poşet istifadə edirsinizsə, raf ömrü 6 aydır. Çift poşet istifadə edirsinizsə, raf ömrü 1 ildir. Qaz sterilizatörlərində isə zaten tək
katman tek poşet istifadə edə bilər. Çift poşet istifadə edəcək. Burada sterilizasyon getməyəcək. Bunda raf ömrü 1 ildir. Bəzən bizə soruşulur ki, məsələn, depodan, ambardan bizə soru gəlirdi ki, biz aldıq steril edilmiş aləti, vaxt keçirdir 6 ayda, amma biz bunu istifadə etməmişik. Onlar mı saxlayaq, istifadə edək? Kesinlikle xeyr. Çünkü onun raf ömrü bitibsə, sen onu istifadə etsən də, istifadə etməsən, onun artıq sterilizasyonu pozulur. Ona görə biz depodan, ambardan bu alətləri geri alırdıq, geri istirdik, tekrar sterilizasiya edirdik. Yəni istifadə edilməsinin raf ömrü bitirir. Necə ki, marketdə bir ürünün vaxtı bitəndə istifadə etmirik, bu da eyni şəkildə. Ya da tutaq ki, bizə deyirlər ki, sadəcə kənarından yırtıldı təsadüfən, amma heç bir proses olmadı, yenə yasaqdır, olmaz. Təzədən sterilizasiya küçük bir aralanma oldu, hava dəydisə, mütləq bir şəkildə təkrar sterilizasyon etmək lazımdır. Burada müxtəlif istifadə etdiyimiz sterilizasyonları görürsünüz. İndi gələk kapatmaya. Necə dərəcədə kapataq, bağlayaq. Sterilizasyon yəni buxar sterilizasyon rulolarını və ya paketlərini 180 200 dərəcə arasında daha yüksək temperaturda kapatmaq lazımdır. Qaz sterilizatorları isə daha aşağı, yəni hardasa 150-134 deyirlər, 135-140 arasında kapata bilərsiniz. Burada bunu qarışdırmamaq çox vacibdir. Bir də qarışdırmamaq lazım ki, buxar sterilizatoru ilə qaz sterilizatorunun poşetləri hansılardır? İkinci, bunların kapatmasını qarışdırmamaq lazımdır. Biz yeni gələn personeldə bunu çox görürdük ki, məsələn, buxar sterilizatörün poşetini hidrojen peroksit ısısında kapatıp ona göre sterilizasyonu açılırdı. Ve hidrojen peroksit paketini buxar sterilizatöründe kapatırdı, yanırdı bütün paket. Bunu bu şekilde cihaza verecek, zaten bütün sterilizasyon prosesini məhv edəcək, təzədən yapmaq zorunda gələcək. Buna görə bunu mütləq diqqət etmək lazımdır ki, hansı poşet harda, neçə dərəcədə kapatılmalıdır. Burada ataklavlarımızı görürsünüz. 3 tane böyük ataklavımız var idi. Burada yükleme prosesi həyata keçirilirdi. Otoklavlara yüklənmədə bəzən bu da bizə soruşulur ki, mən neçə kilogram yüklüyüm otoklava? Maksimum məsələn mənim 11 kilom var, mən 11 kilomu da yükləmək istəyirəm. Xeyr, burada bizə yükləmə miqdarı deyil, buxarın keyfiyyəti lazımdır. Biz 5 kilo qoysaq da, 3 kilo qoysaq da, 11 kilo da qoysaq, bizim burada əsas məqsədimiz odur ki, qoyduğumuz bütün materiallara buxar buradan nüfuz edə bilsin. Bərabər şəkildə burada effektiv sterilizasyon sağlasın. Bizim əsas məqsədimiz bu olmalıdır ki, biz keyfiyyətli iş görək. Yəni hər şey tez bitirmək deyil. Bir də burada əsas şərtlərdən biri nədir? Yüklədiyiniz zaman diqqət edin, ağır konteynerləri aşağı qoyursunuz, yüngülləri yuxarı qoymaq lazımdır ki, cihazda problem yaşanmasın. 4 modu var idi. Ən çox biz cərrahi və tekstil modu, yəni məsələn 135 dərəcədə 5 dəqiqə, 120 dərəcədə 15 dəqiqə, 20 dəqiqə modundan istifadə edirdik. Bir də nə var? Hidrojen peroksitlər var. Hidrojen peroksitlər nə işə yarayır? Qaz sterilizatörü biz hidrojen peroksit istifadə edirdik. Bəzi cərrahi maddələr var ya da kateterlər olsun, kablolar olsun. Bunlar normal sterilizasyon buxarında eləmək mümkün deyil. Yəni həssasdır, yanır, məhv olur, əriyir. Buna görə biz qaz sterilizatörləri istifadə edirik. Qaz sterilizatörləri içərisində bizim hidrojen peroksit istifadə etmemizin səbəbi həm bir növbədə zəhərli deyil, personel üçün güvənlidir. İkinci növbədə düşük konsantrasyonda, düşük temperaturda yüksək etki göstərə bilir. Buna görə biz hidrojen peroksit istifadə edirik. Bunlar bizim cihazlarımızı görürsünüz, kartuşdur. Bu kartuşu qoyuruq, hər istifadədə 4 dənə kartuş istifadə edirdik. Kartuşun içərisinə qoyduq, prosesi başlatdıq. Temperaturun təsirində kartuş parçalanırdı. Ortaya hidrojen peroksit plazması salınır. Plazma radikallar, sərbəst radikallar ayrılır. Gedir, əgər maddədə, cisimdə, alətdə mikroorqanizma varsa, onun zülalı ilə birləşir, nükleer tuşlarla birləşir, onlar denatura edir və mikroorqanizmi bu şəkildə öldürür. 30-50 dərəcə arasında təsir göstərir və 3 modu var. Slow motion var, məsələn 70 dəqiqə, orta mod var, 50 dəqiqə, 40 dəqiqə və bir də yavaş mod var, ən hızlı mod var, o da 30 dəqiqə çəkir. Bunu özünüz ayarlaya bilərsiniz. Bir də nə var? Tekstil. Şöyle bizim əməliyyatxanada direkt bizim aşağı çiftli liflər vasitəsilə cərrahi zamanı istifadə edilən önlüklər, xalatlar olsun, bütün tekstil parçalar olsun, hamısı yığılırdı, göndərilirdi aşağı, yuyulurdu və onun yanında mərkəzi sterilizasyon şöbəsi, bir də boğça otağı olması gerekir. Boğça otağında boğçalanırdı, bizə geri gəlirdi. Biz sadəcə sterilizasyon prosesini həyata keçirirdik. Biz bunu özümüz, öz otağımızda eləsək olmaz mıydı şöbəmizdə? Olardı, amma biz imkanlarımız buna əl vermirdi. Çünki bunun üçün ayrı bir otaq olması gerekir. Siz əgər bu çamaşır makinesi ilə sterilizatörü en otağa qoysanız,
Bu çamaşırlarda böyle buna toz yani lifler deyirlər. Bu liflər ayrılır ki, bu liflər də gedib zamanla sterilizatörlərin və digər dezinfektörlərin panellərini tutduğuna görə bunların işləməməsinə zamanla sıradan çıxmasına səbəb olur. Ona görə biz bunu aşağıda bu şəkildə təşkil etmişdik. Əgər sizin imkanınız varsa ayrıca bir otaq təşkil edə bilər. Bura xüsusi qurğular quraraq, oradan ayrılan o lifləri tutaraq yani bir hepatik panel, bir hepatik filtre istifadə edərək bunu bu şəkildə tənzimləyə bilərsiniz. Sonra bizə gəlirdi. Biz daha sonra hamısını sterilizə edib depolanmasını və dağıtımını biz həyata keçirdik. İki şəkildə burada boğçalama eləyə bilərsiniz. Bir zərf tipində eləyə bilərsiniz, dikdörtgen şəklində eləyə bilərsiniz. Hamısı haqqında geniş danışa bilmirəm. Həqiqətən mövzu çox genişdir. Bütün şöbəni bir saatda sizin üçün danışmağa çalışıram. Sonra gəlir steril sahə. Steril sahə nədir? Steril sahə isə artıq steril edilmiş materialların depolandığı və paylandığı bölümdür. Burada direkt sterilizatörlər buraya açıldığı için buxar və nəmişlik olur. Ona görə sterilizatörlə sterilizasyon zona arasında bir bufer, soyuducu zona olması tövsiyə edilir. Əgər imkanınız varsa bunu həyata keçirin. İmkanınız yoxsa ataklavları açın, bir 15-20 dəqiqə gözünü soysun. O nəmişlik rütubət bir çəkilsin. Sonra əgər dağıtım edəcəksə bunu edin ya da depolama edin. Burada ən çox nələr olur? Steril saxlama rəfləri bizim üçün önəmlidir. Bunlar ızqara teri şəklində olur. Bunları divara monte etdiyiniz zaman yerdən 35, aralarında 25 sm qalmaqla vurmaq lazımdır ki, hava cəryanı cəryan etsin və həmçinin burada biz təmizlədiyimiz zaman bizə rahatlıq versin, rahat bunu təmizləyə bilək. Bir də əlbəttə burada havalandırma sistemi önəmlidir. Diğer otaqlarda negatif basınç, burada pozitif basıncı ayarlamalısınız. Yəni otağın havası birbaşa xarici hava ilə təmas etməməlidir. Yanğın təhlükəsində burada çox fazla parça material olduğu üçün mütləq bir şəkildə yanğın şlaqları və yanğın tüpləri kolay ulaşılacaq bir yerdə ola bilər. Yəni bizim steril alandan depolanmanı və dağıtımı görürsünüz. Teknik sahə var, idarə ofislər. Burada nə yerləşir? Geyinmə, soyunma otaqları, sanitar qavşaqlar, eğitim otağı, təlim otağı, güc mənbələri, kompresor, UPS bunlar yerləşir. Çox səs-küy elədiyinə görə kompresor və güc mərkəzlərini ünitə dışında yerləşdirə bilərsiniz. Hər hansı bir problem olmaz. İdarə ofisdə dediyim kimi elə bir yerdə olmalıdır ki, tüplər demək, quş baxışı hər üç yerə nəzarət edə bilsin. Malzemə ambarları da hər zaman sterilizasyonun fasiləsiz bir şəkildə getməsi üçün mütləq bir şəkildə yuyucu vasitələr, dezinfektörlər hər zaman hazır olmalıdır ki, burada hər hansı bir aksama olmasın. Əl yuma çanaqlarına gəldikdə hər üç şöbənin arasında əl yuma çanaqların olması tövsiyə edilir. Əgər bunu edə bilmirsinizsə, o zaman məsələn biz bunu edə bilmirdik. Hər otağın qabağına antiseptik, yəni bunu qoymaq lazımdır ki, hər dəfə əlləri orada personel yuya, təmizləyə bilsin. Bir də əgər çanaq qoyma şansınız varsa, əlbəttə daha yaxşı. Buradakı kranları mütləq cərrahi ya da fotosellə eləmək lazımdır ki, əlini yuduqdan sonra təkrar kontaminasyon olmasın. O zaman heç bir xeyri olmayacaq. Şöbələrini bitirdik. Gələk indi kontrol nəzarətə. Biz ümumiyyətlə sterilizasyon prosesinə nəzarət etməliyikmi? Buna ehtiyacımız varmı? Bir məna olaraq bəli. Çünki növbədə biz apardığımız sterilizasyonu obyektiv olaraq sübut eləməliyik. Obyektiv olaraq sübut eləmək üçün bizim əlimizdə olan ən yaxşı dəlillər nədir? Verdiyimiz kontrollardır. Birinci növbədə buna görə. İkinci növbədə nozokomial enfeksiyon keçişinin qarşısını almaq üçün. Üçüncü növbədə öz personelimizi qorumaq üçün. Dördüncü növbədə isə hər hansı alətlərdə və prosedurda problem varsa bunun qarşısını almaq üçün eləmək lazımdır. Bir də beynəlxalq standartlar bunu bizdən istəyir. Əgər siz mərkəz sterilizasyon şöbəsi işlədirsinizsə, akreditasyon olmaq istəyirsinizsə, ISO olsun, PUHA olsun, CLSA olsun, bunlar zaten bizdən tələb edəcəkdir. Buna görə mütləq vermək lazımdır müntəzəm monitorinq. Üç şəkildə aparılır. Fiziksel nəzarət, kimyasal nəzarət, biolojik nəzarət. Fiziksel nəzarət necə aparılacaq? Burada sterilizasyonun üçün istənilən fiziksel koşullara ödənib ödənmədiyinə baxacağıq. Bunu həm cihazlar üzərindəki sayğaçlardan görə bilər, həm də bu ekranda gördüyünüz, bu bizim normal rutin laboratuvarlarda da var. Təzyiyi, ısını, rütubəti ölçmək üçün istifadə edəcəyik. Məsələn, mərkəz sterilizasyon şöbəsində optimal temperatur 22-25 dərəcə olmalıdır. Rütubət 60-66 dərəcə arasında dəyişməlidir. Bunu məsələn mütləq bir şəkildə tənzim etmək və buna baxmaq lazımdır. Buna başqa cihazlar, atoklavlar baxım istəyirsə, baxımını vermək və bunu illik olaraq
dövr etmək lazımdır. Kimyasal nəzarətə gələk. Burada da biz nədən kimyasal indikatorlardan istifadə edirik? Bəlli bir sterilizasyon koşullarını ölçmək üçün istifadə edirik. Amma bunların da belə bir problemi var ki, bunlar bəlli bir intervalda çalışmağa uyarlanmışdır, tasarlanmışdır. O interval daxilində verməsəniz, əlbəttə yanlış nəticələr əldə edəcəksiniz. Tutaq ki, bir kimyasal indikator 135 dərəcədə bir fiziksel koşulları ölçmək üçün tasarlanır. Siz bunu gedib 120 dərəcəyə verirsiniz, əlbəttə ki, nəticə düzgün çıxmayacaq. Buna mütləq şəkildə nəzarət etmək lazımdır. Bir də bu çox problem yaşanır. Məsələn, hər zaman oradakı teknisyenlər mənim üstümə bununla gəlirdi ki, bitti çalışma, kimyasal indikator doğru çıxmadı, biz nə edəcəyik, kimyasal indikatorda problem var. Xeyr, aparılan çalışmalar göstərir ki, kimyasal indikatorda səhv %70, %80 periodontik səhvlərdən gəlir. Birinci növbədə siz mütəxəssis olaraq öz şöbənizə baxmalısınız. Aparaturlarda problem varmı? Kimyasal indikatorun vaxtı bitibmi? Prosedurda problem varmı? Əgər heç bir problem yoxdursa, bundan sonra bu kimyasal indikatoru hansı şirkətdən almışsınızsa, onunla görüşüb problemi bu şəkildə həll eləmək lazımdır. Kimyasal indikatorun 6 türü var. Çox vaxtımız qısıtlı olduğu hər bir haqqında tək danışmıram. İstəsəniz bunun şəklini çəkə bilərsiniz. Bunlar istifadə etmə prinsiplərinə görə çox dəyişirlər. Ən çox istifadə etdiyimiz indikatorlar və emulgatorlardan çox dəyişir. Bu nitlik testini isə buxar keyfiyyətini ölçmək üçün ayda bir dəfə versək yaxşı olar. Görürsünüz, bizim kimyasal indikatorlar, etiketlər rəng dəyişdirir, ağdan qarıya dönməlidir. Burada rənglərin necə dəyişdiyini görürsünüz. Bunlar mütləq bir şəkildə rəngini dəyişməlidir. Biyolojik nəzarət ən önəmli nəzarətlərdən biridir. Çünki bizim əsas işimiz nədir? Mikroorqanizmləri öldürməkdir. Buna görə də mütləq bir şəkildə biyolojik nəzarəti həyata keçirdirik. Müxtəlif bakteriyalardan istifadə edə bilərsiniz. Biz qaz və buxar üçün Geobacillus thermophilus'dan istifadə edirdik. Ən çox istifadə etdiyimiz bakteri buydu. Özümüzdən nümunə göstərəm. Yuxarıdakı buxar sterilizatoru üçün, aşağıdakı qaz sterilizatoru üçün nəzərdə tutulmuş biyolojik kontrollardır. Əgər buxar sterilizatoru otoklav istifadə edirsinizsə, həftədə bir dəfə versəniz yetərlidir. Amma biz hər gün birinci döngüyə verirdik məsələn. Qaz sterilizatoru istifadə edirsə, hər döngüyə mütləq bir şəkildə verməniz gərəkir. Bunları verdikdən sonra bitti proses. Alırsınız bu şəkildə əkim cihazlarıdır. Əkim etdiyimiz zaman hansı cihazdan çıxıb, neçə nömrəli cihazdır, neçənci dövrdür, kim əkdir, saat neçədə əkdir, hamısını bir şəkildə qeyd edirik. Buxar sterilizatörlərində nəticə 1 saata çıxır. Hidrojen peroksiddə 24 saat gözləməniz gərəkir nəticəni almaq üçün. Sonra nəticələri bu şəkildə burada qeyd edirsiniz. İndi gəlin Mərkəzi Sterilizasyon Şöbəsi tibbi personel heyətinə. Birinci növbədə burada baş həkimlik tərəfindən bura təyin edilmiş bir sorumlu həkim, bir doktor olması gərəkir. Bu doktor da mikrobiyoloq ola bilər, enfeksiyon xəstəlikləri uzmanı ola bilər, epidemiolog, yəni haqq sağlığı uzmanı ola bilər və ya əməliyyatxanaya bağlı olduğu üçün burada cərrah ola bilər, anesteziolog ola bilər və ya laboratoriya idarə etmə xüsusiyyətində təcrübəsi olduğuna görə patoloq ola bilər, biokimya mütəxəssisi ola bilər. Yəni ən qərəz bunların hamısı ola bilər, amma bütün dünyada ən çox olan mikrobiyologdur. Çünki zaten bizim işimiz mikrobdur. Bunları yaxşı bilməliyik. Sonra bir də bura baş həkimlik və ya yöneticilik tərəfindən bir də sorumlu həmşirə deyildi. Azərbaycanda orta tip işçisi deyilir hər halda. Bu atanır. Bunlar ikisi bir şəkildə koordinat bir şəkildə işləməlidir. Çünki burada əsas yüklərdən biri zaten orta tip işçisinə düşür ki, o burada həm tıbbi sekreterdir, həm kalite sorumlusudur, həm də ki təlimlərdən sorumludur. Bir də hər otaq üçün bu sayət ixtisaslaşmış və çox illik təcrübəyə sahib olan bir personeli burada sorumlu şəxs olaraq görevləndirməniz gərəkir. Bunlar da digər həm təmizlik personelinə, həm də digər çalışanlara burada vəzifə və öhdəliklərini başa salmalıdır. Bəs biz Mərkəzi Sterilizasyon Şöbəsinin sorumlu həkimi olaraq bizim vəzifəmiz nədir? Birinci növbədə biz İnfeksiyon Kontrol Komitəsində yer almalıyıq xəstəxananın və xəstəxananın bu sahədə apardığı strategiyaya yön verməliyik, töhfə verməliyik. İkinci növbədə Mərkəzi Sterilizasyon Şöbəsində gedən bütün sterilizasiya prosesləri sizin adınızadır. Sizin məsuliyyətiniz altındadır. Buna görə də hər zaman sterilizasiya prosesinin yüksək şəkildə, yüksək beynəlxalq standartları tələblərinə uyğun bir şəkildə aparılmasını biz təmin etməliyik. Üçüncü növbədə orta tibb işçisinin
Sterilizasyon şöbəsinin əksikləri bilib sizə bildirməsi gərəkdir ki, hansı sərfiyyatları almaq lazımdır. Buna görə bu sərfiyyatları mütləq bir şəkildə qeydiyyatdan keçirib baş həkimlikdən istəməniz gərəkir. Tabii şöbədə cihaz xarab olur, cihazın təmirə ehtiyacı olur. Bunu da mütləq bir şəkildə həll etməniz gərəkir. Və tibbi personeli idarə etməli, təlim keçməli, bunlara mütləq bir şəkildə yeniliklərdən xəbər etməli. Əgər şöbənin işi ilə bağlı hər hansı bir problem varsa, bunu çözməyə çalışmanız gərəkir. Biz Konya'dayken 2 həftədən bir personelimizə eğitim verirdik ki, yəni bunlar var, bunları edək, bu şəkildə ordina edək, bunların hamısını mütləq bir şəkildə verirdik. Bir də nə var? Siz şöbə haqqında təklif iradları qəbul edib, bunların düzəldilməsi üçün prosesi idarə etməniz gərəkir. Bir də gələk təlimə. Təlimi necə verək? Deməli, biz ola bilər ki, Mərkəz Sterilizasyon Şöbəsi həkimi olaraq atanmışıq ya da orta tibb işçisi olaraq atanmışıq. Ola bilər. Türklərin məşhur bir sözü var, deyir ki, balık başdan kokar ya da bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Bizim zaten bazı bir təhsilimiz var. Xüsusən də söhbət mikrobiyologlardan və ya epidemiologlardan gedirsə, zaten bizdə bu təhsil var. Bunun üstünü artırmaq lazımdır. Bunun üçün eğitimlere gitmek lazımdır, təlimlərə gitmek lazımdır, kurslara gitmek lazımdır ki, öz təcrübəmizi artırmalıyıq. Biz oranın sorumlusuysa, məsul şəxsi isə biz hər şeyi yaxşı bilməliyik ki, bizdən sonra gələndə biz öyrədə bilək. Üzr istəyirəm içindir. Çünki bizim personelimiz bu təhsili almır. Türkiyədə belə bizim bu eğitimi almış personelimiz yox idi. Türkiyədə cəmi 3 yerdə Hacettepe'de, İstinye Üniversitesi və Dumlupınarda ikili su bakalavriat var idi. 100 dənə məzun verdi. O hansı 80 milyonluq Türkiyənin nəresinə yetəcəkdir. Ona görə bizdə qıdəmli personel özündən sonra gələn personeli yaxşı bir şəkildə öyrətirdi. O da ondan sonra gələn öyrətirdi. Amma başdan mütləq bir şəkildə siz məsul həkim və məsul orta tibb işçisi olaraq sizin öyrətməniz gərəkir. 3 səviyyədə təlim keçirdik. Təməl təlim var. Dedim ki, vaxtımız az olduğu üçün uzun-uzun anlata bilmirəm. Sonra gəlir orta təlim və ən yüksək səviyyə təlim. Bunu artıq həkimin və orta tibb işçisində alması gərəkir. İndi standartlarla davam edək. Hansı standartlar var? İSO-nu yəqin hamımız eşidirik. Bu Beynəlxalq Standartlaşdırma Komitəsidir və 1994-cü ildən ISO standartları sterilizasyon içində keçərlidir və bu Avropanın da öz standartları var. Bunlar Viyana sözləşməsi ilə bu standartları birləşdirirlər. EN-ISO adında bunu çıxardırlar. EN-ISO standartları həm İngiliz, Rus, Fransız və Alman dillərində çap edilə bilər. Hər bir ölkədə bunu çevirib öz üçün istifadə edilə bilər. Mesela Türklər bunu çevirib rəhbər olaraq istifadə edirdi. Bir də burada xüsusən yazmamışam, amma demək istəyirəm. Əgər bir prosedur haqqında, bir sterilizasyon proseduru haqqında bir beynəlxalq standart var, bir də milli standart var. Bu standartlar arasında fərq varsa, siz burada beynəlxalq standart istifadə edəcəksiniz, milli standartı yox. Eğer bir prosedür hakkında beynəlxalq standart yoktur, sadece milli standart var, o zaman milli standartı istinad etmək lazımdır. Standartları tek okumuram, çünkü çoxdur, istəsəz şəklini çəkə bilərsiniz. İndi gələk Mərkəz Sterilizasyon Şöbəsinin tibbi həyətinin sağlıq rutin taramalarını. Mərkəz Sterilizasyon Şöbəsinin fəaliyyətə başlayan hər bir şəxs, hər bir personel mütləq bir şəkildə hematolojik, biokimyavi və eşitmə testindən keçəcək. Həmçinin teyməklərinə baxacaqsınız. Yəni hepatit A, B, paratiroid, su çiçəyi, qızılca varmı? Yoxsa bunu mütləq bir şəkildə elətdirmək lazımdır, üstünə düşmək lazımdır. Bizim xəstəxanada iş yeri həkimi və ya işçi sağlıq qurumu varmı onu bilmirəm. Bizdə bunlar nəzarət edirdi. İllik olaraq bunlar dövr edirdi. Hansılı ki illik vaxtı gəlirdi, onu çağırıb mütləq bir şəkildə bu kontrollardan keçirdi. Xüsusən qaz sterilizatörlə işləyirsinizsə, vəziyyət biraz daha təhlükəlidir. Burada nevrolojik müayinələrdən mütləq bir şəkildə illik olaraq keçmək lazımdır. Dəri, göz, tənəffüs sistemi və digər ürək-damar sistemi üçün müayinələrdən biz personeli mütləq bir şəkildə göndərirdik ki, keçsin. Və ümumiyyətlə, hər hansı bir problem yaşanırsa, sağlıq açısından və ya Allah göstərməsin, biz bunu çox görürdük. Bu alətlər kəsici dərici olduğu kimi əlinə deşirdi, yaralayırdı. Biz həmin dəqiqə mütləq bir şəkildə göndərirdik iş yeri həkimliyinə. Onlar protokol açırdılar, ilkin müdaxiləni edirdilər. 2 həftə sonra hepatit him açısından təkrar taramaya çağırırdılar. Bu şəkildə və
kimdirsə onun əlini yaralayan o setin sahibini tapıb onun bütün markerlarına baxırdıq ki, hər hansı bir pozitivlik varmı? Yəni işimizi sağlama alırdıq. Hər hansı bir şikayət zamanı mütləq həkimə müraciət etmək lazım. Bunu gizlətməmək lazımdır personal olaraq. Çünki sonra xəstədə hepatitit kimi problemlər çıxanda məsuliyyət sizin boyunuza qalacaq. Sonra gəlin ən əsası burada nədir? Astım və dermatit. Personalda astım var. Kimyasal maddələrlə işləməni uzaqlaşdırırsan, verirsən məsələn sırf depoya. Yəni xəstədə astım, personalda keçmişsə astım. Bunu artıq burada mərkəzi təsərrüfat şöbəsində işinə son verib başqa bir yerə yönləndirmək lazımdır. Eyni şəkildə dermatit. Dermatit də keçmirsə, yəni bunu almışsınız, sadəcə vermişsiniz, dediyim kimi paketləməyə ya da depoya, yenə də düzəlmirsə personel nə edə bilərik? Baş həkimlikdən danışıb artıq başqa yerə verə bilərik. İndi son olaraq mən 2023-cü ildə Mərkəzi Sterilizasiya Şöbəsi sessiyası var idi. Bizim KLİMUT, bizim dərnəyimiz, Klinik Mikrobioloji Dərnəyi. Oranın bir sessiyası var idi. Çox maraqlı bir sessiyaydı. Oraya qatılmışdım. Biz hocamla beraber hep bunlara katılırdık. Çünkü enfeksiyon kontrol komitesinde olduğumuz için bunu bizden istiyordular. Burada çok maraqlı hocam bir sessiya keçmişdi. Mesela en çok aparılan bir çalışmada göstərir ki, en çok problemler nələrdir? Zəif altyapı var, personel eğitim yetersizliği var, uygulama kalitəsində düşüklük var, ekonomik problemler var ki, bunlar hamısı sizin için sadaladım. Sonra bir de en çok hansı xətalar bu mərkəzi sterilizasyonda rastlanır? Yəni təmizlik xətalarıdır, 2 illik bir dəyərləndirmə ilə hatalı set kapatılma, bu çox baş bəlasıdır. Hatalı dağıtım, hatalı sterilizasyon bunları göstərə bilərik. Bir də bu müzakirə edilir ki, mərkəzi sterilizasyon sorumlusu hansı branşdan həkim doktor olsun? Bir də dünya təcrübəsində ən çox mikrobiyoloji uzmanlar olur, enfeksiyon uzmanları və cərrahlar olur, epidemiologlar olur. Ancaq şöyle həmşirələr də tibb işçisi. Məncə bir sterilizasyonun doğru işlənməsi üçün orta tibb işçisi çox savadlı olması gerekir. Çünki o sizin əliniz, qolunuz kimi olur. O yaxşı işlədiyəndə sizin də çox böyük problemlər yaşamırsınız. Bu çox önemli bir kavramdır. Öz təcrübəmdən çıxış edərək deyirəm. Bir də var nə? Bu çok maraqlı bir şəkil idi. Fikirləşə bilərsiniz, bunun mərkəzi sterilizasiya şöbəsində nə əlaqəsi var? Əslində belə interaktiv bir şəkildə keçə bilsəydim, yüzdə olsaydı mən bunu daha sizdən sual edərdim. Kısa olarak anlatım. Deməli, bu xəstənin qarnında makas vurulur və xəstə 18 ay bununla yaşayır. Və sonra məlum olur ki, cərrah qarnında makas vurulduqdur. Sonra çıxardılar, xəstənin şikayətləri bitir. Əgər bu makas orada unutulduqdan sonra set neynədir? Kapandı, getdi mərkəzi sterilizasiya şöbəsinə. Orada olan personel o paketi seti açıb kapatacaq və xüsusən də paketi yığdığı zaman onu sayır tək-tək. Orada fikirləşməlidir ki, bu setdə 3 qayçı olmadı, niyə 2 qayçı var? Bir qayçı hara getdi, kimə getdi? Birinci oranı axtarmalıdır, ünitəyə, sonra da sorumlu həmşirə, sorumlu həkim bunun kökü bulunmalıdır ki, bu set niyə əksikdir? Bu şəkildə edilsəydi, bu yazıq xəstə 18 ay bu qayçıyla yaşamaq zorunda qalmazdı. Bu mərkəzi sterilizasyonun nə qədər əhəmiyyətli olduğunu bir daha bizə sübut edir. Bizim Türkiyədə istifadə etdiyimiz qaynaqları buraya qoydum sizin üçün. Dezenfeksiyon bizim rəhbərimiz. Mən özüm DAS-ın üyəsiyəm. Dezenfeksiyon və sterilizasyon kongresinin üyəsiyəm. Türkiye'de çalıştığım zaman aktif şekilde gedirdim. Həmçinin kliniklər DAS-ın ortaq toplantılar var. Bunlara da qatılabilirsiniz. Son olarak Azərbaycanla 2 slayd danışıb bitirəcəm. Demək, Azərbaycanda araşdırdım ki, bizim bunun haqqında nəyimiz var? Bizim əslində sanitar epidemiolojik qanunumuz, salamatlıq qanunumuz var ki, bu qanunda yenə beynəlxalq standartlara uyğun bir şəkildə hazırlanıb ki, hər hansı bir rayonda və ya şəhərdə çox profilli bir xəstəxana quracaqsınızsa, burada mərkəzi sterilizasiya şöbəsi olması Türklərdə bir lüks deyil, bir əlavə şərt deyil. Əsas təchizatlardan və təminatlardan biridir ki, mütləq bir şəkildə olacaq. İkincisi, bunun layihə mərhələsində ya Səhiyyə Nazirinə, ya təbibə, ya da layihələndirmə institutuna mütləq bir şəkildə bildirəcəksiniz ki, burada biz mərkəzi sterilizasiya şöbəsini bu ölçüdə, otaq sayında quracağıq. Bir də burada nəzarət, xüsusən dezenfeksiyon komitəsi tərəfindən bunları mütləq bir şəkildə nəzarət etmək, kontroldan keçirmək, əlavə teorik və pratik təlimlər vermək lazımdır. Dedim ki, normativ hüquqi bazalarımız, tərəflərimiz var. Bu sanitar epidemioloji salamatlıq qanunu haqqında bu genel olaraq rəayət olunur ki, bunu əminəm siz məndən daha yaxşı bilirsiniz burada işlədiyiniz üçün. Və sonda
Buradan qiyabı olsa da Səlçıq Universiteti Tıp Fakültəsi Mərkəzi Sterilizasyon Şöbəsinin bütün ekibinə, bütün ekibimizi sevgi və saygı ilə anıram. Onlara öyrətdikləri və qatdıqları hər şey üçün təşəkkür edirəm və həmçinin bugün mənə bu təlimi verdikləri üçün, inandıqları üçün təbibin idarə heyətinə, departamentə, həmçinin Yaqut xanım və Çinarə xanım başda olmaqla öz təşəkkürümü bildirirəm. Əziz həmkarlar, ümidvaram ki, sizin üçün eğitimli və maarifləndirici bir təlim oldu. Diqqətinizə görə təşəkkür edirəm. Çox Çok sağ sağ olun. olun. Minnettarız. Sağ olun. Sağ olun. Çox Rugiye sağ olun. Hanım, Çox sağ olun. Minnətdarıq. bircə dəqiqə çox xahiş edirəm. Bilirəm, biraz vaxtı keçdi, 5-10 dəqiqə. Mən Rugiye xanım sizə təşəkkür edirəm bu dəyərli məlumat üçün və Teşekkür ən ediyoruz. ən əsası Teşekkürler Ruhiye Hanım. öz təcrübənizi Təşəkkürlər. paylaşdığınız üçün. Çox Həm sağ olun. Teşekkür Çok sağ olun. Teşekkür ederim. Nilüfer Hanım. iştirakçıların sualı varsa chat bölməsinə yaza bilərlər suallarını. Çok Mən yaxşı. burada bir Dəqiq siz bizə demişsiniz bir şeyimizi. Necə? Tamam. Ruhiye Hanım çok sağ olun. Nilüfer Hanım, Bəli, Rugiye xanım. Sualı olan çox xahiş edirəm, səsləri açmadan əl qaldıraraq suallarınızı verin. Belə çox qarışır. Mən sualları oxumaq istəyirdim. Bir-iki sual var. Teşekkürler Nilüfer Hanım. Teşekkürler. Burada tibbi tullantılarla Çox sağ sual olun. gəlir. Bugün sağ vaxtımız olun. azdır. Tibbi tullantılarla bağlı istəyən suallarını cavablandıra bilməyəcəyik. Aynen. Başka bir seminar konusudur ki o da çok Hə, uzun. o çox geniş bir mövzudur. Bəli. Mən baxdığım qədərilə Çox sağ bu olun. hissədə sterilizasiya ilə bağlı sual hələ ki rastıma çıxmayıb. Mənə şəxsidə belə bir sual gəldi ki, Rugiye xanım, siz orada qeyd etmişsiniz ki, paketlər iç tərəfi kağız hissəyə doğru olmalıdır. Məncə burada buxarın paketə harda nüfuz etməsi soruşulur. O məncə yanlış anlaşıldı siz orada deyəndə. İstəyirsiniz bir o hissəyə toxunardınız. Ben orada dediğim zaman kağızı değil, sadece mesela qarçını veya başka bir deşici, kesici aleti koyursa onun ağzı yani paketin içeri tarafına koyursa o tutacağı paketin çıkacak tarafında olur. Cerrah onu açanda direkt tutacağından tutması gerekir. Ağzından Aha, dişləri burada belə sual yazıb ki, qayçının dişləri açıq olmalıdırmı, yoxsa qapalı Yox. qoyulmalı? Eğer açanda yani kirli otaqda açıp paketini mütləq bir şəkildə kapatırıq. Bütün kəsici, deşici alətlərin hamısını kapalı şəkildə paket verir. Çünki biz onu açıq bir şəkildə paketə qoysaq, sterilizatora qoysaq o cırılar, yırtılar və orada heç bir effektivlik qalmaz. Hamısı kirli otaqda açsın dezinfektördə, sterilizator üçün hamısını mütləq bir şəkildə kapatacağıq ağızlarını. Aydındır. Poliklinikalarla bağlı soruşurlar, sterilizasiya işi necə qurulmalıdır deyə. O artıq mən yəni Siz burada daha çox biz bəli, stasionar tibbi xidmət göstərən tibb müəssisələr, böyük bir sterilizasiya şöbəsindən danışırıq, işindən danışırıq. Təbii ki, ideala yaxın olmağı hədəfləyirik. Ümid edirəm ki, yəni biz də bu şəraiti qura bilərik, amma mövcud vəziyyət bir çox hallarda buna yol vermir deyə alternativ variantlardan istifadə edərək biz bu işi icra edirik. Amma biz ən doğrusunu bilək ki, onu da hədəfləyib ona doğru çatmağa çalışaq da. Yəni sterilizasiya şöbəsindən gedir söhbət. Aynen. Yani poliklinikalara geldikçe poliklinikada mesela hansı prosesi eğer siz gastroskopi, endoskopi yani yarım eləyirsinizsə, buraskopi eləyirsiniz. O da mütləq sterilizasyon qurduq. Ama böyle büyük bir devasa sterilizasyon yok. Daha kısıtlı, daha standart böyle bir sterilizasyon qura bilər. Yani bu kadar böyle ihtiyaç yoktur. Dediğim gibi bu sterilizasyonun sahəsi miktarı başta da anlattım ki xəstə çarpayı sayını və xəstəxananın profilinə görə dəyişir. Bizim özümüzün mikrobiyologiyada özümüzün mesela sterilizasyonumuz var. Biz ne edirik? Mesela petri kutularını istifade edirik. Yani bu dediğim gibi profile göre değişir. Bunun elbette kurmak, altyapını oluşturmak mümkündür. Yəni demək istədiyimiz odur ki, dəyərli iştirakçılar, poliklinikada sterilizasiya şöbəsi qurulmur. Qurulmağına ehtiyac yoxdur. Bugün biz konkret olaraq sterilizasiya şöbələrinin həm iş prinsipindən, həm qurulmasından danışdıq.
Burada standartlı biz yenidən qurulma üçün müraciət konkret bizə sual gəlib ki, Sumqayıt bir saylı xəstəxananın həkimi olaraq mərkəzi sterilizasiya alan sahəsi həmçinin imkanlar saxladığı standartlara uyğun deyil. Yenidən qurma üçün müraciət etməliyikmi? Əgər ehtiyac duyulursa müəssisədə bəli, müraciət olunur təbibə, yer ayrılır müəssisədən, lazım gələndə bizim departament gedir yerində dəyərləndirir ki, orada Ruqiyyə xanımın izah etdiyi kimi təmiz zona, çirkli zona necə paylaşdırılmalıdır, necə olmalıdır, ona uyğun da qurulur. Təbii ki, ilk öncə müraciət gəlməlidir. Buna uyğun ehtiyac varsa yer dəyişiminə, yenidən qurulmasına, bəli, bu mümkündür. Yazılıb ikinci bir sual. Əgər sterilizasiya şöbəsi əməliyyatxanadan ayrıdırsa, alətlər əməliyyat bitdikdən sonra sterilizasiya şöbəsinə qədər hansısa təmizləmə və dezinfeksiya prosesindən keçməlidirmi? Yəni əməliyyatxanada belə başa düşdüm ki, yuma proseduru nəzərdə tutulur, icra oluna bilərmi? Ya şöyle, bunu biz genelde tövsiye etmiyoruz. Çünkü cerrahi aletler için bizim özümüzü yumamız ve bakmamız tövsiye edilir. Dediğim ki mesela bizim poliklinikalarda, kardiyolojide xüsusən biz onlara küvet vermişdik. Onlar anjeliydiler. Daha sonra ön yıkama işlemini hayata keçirib bizə göndərdilər. Ama biz əməliyyatxanada bizim infeksiyon kontrol komitemiz var idi, böyük. Orada bu müzakirə edilirdi. Əməliyyatxana bizə bildirdi ki, bizim bunu eləməyə şəraitimiz yoxdur. Biz bunu eləyə bilmirik, qarışıqlıq olur. Hər şeyi siz edin. Biz sadəcə gətirib verəcəkdə təslim alacağıq. Təslimatda və vermədə hər hansı bir problem olsa onda danışarıq. Ona görə yəni biz bunu eləmədik, tövsiyə olunmadı. Dediyim kimi, Nilüfər xanım da vurğuladı ki, bu bir ekip işidir. Bir yəni zincir kimi, yəni əməliyyatxana ilə baş həkimliklə danışıb buna uyğun addımlar atmaq lazımdır. Hər xəstəxananın individual yanaşması ola bilər. Bəzi xəstəxana əməliyyatxanada elətdirə bilər, bəzi istəməyə bilər. Bu sizin baş həkimlik və öz xəstəxana şəraitinizə görə dəyişir bu prosedur. Yəni o proseduru əməliyyatxanada düzgün icra edilməyəcəksə, yox, qəti şəkildə orada olmamalıdır. Deyək ki, həkimin əl yuma yerində aparıb aləti yuyub təmizləyib sterilizasiya gətirmək tamamilə yanlış bir şeydir. Bu olmamalıdır. Sterilizasiya olmuş alətlərin saxlama müddətini xanım dedi, Ruqiyyə xanım ətraflı dedi. Bu video rekord olunub, yazılıb. Bu linki sizlə paylaşacaq. Əgər o hissələri izləməmişsiniz, burada 6 aydan 1 ilə kimi vaxt qoyulurdu. Ona uyğun, yəni o videoda baxıb görə bilərsiniz. Alətlərin sayı çox olur. Onun hərəsi bir paketə qoysaq, paket çatdırmaq olmayacaq. Açılanda paket bilirik, sterilizasiya pozulur. Nə etsək yaxşı olsun? Belə bir sual verib. Alet dediğimizde de eğer sizde konteyner varsa zaten cerrahi aletlerden söhbət gedirsə zaten aletler çoxunu qoyur. Zaten qayçı, klem onlar üçün xüsusi bir paket qoya bilərsiniz. Bir de dedim ki aletin miqdarına və ölçüsünə görə dəyişir. Eğer sizin biz mesela elə olurdu ki dramajları, kateterləri 10-15'ini sığırlı bir pakete koyurduk. Bu mümkündür. Dedim ki bu alete göre yani mərkəz sterilizasyon elədir ki individual yanaşma gərəkdirir. Ben yani aletin ölçüsünə, çəkisinə, mesela cerrahi alet mi deyirsiniz, normal anjuda istifadə alet mi deyirsiniz? Bir de bu sterilizatörə mi, buxar sterilizatörünə mi girəcək, qaz sterilizatörünə mi girəcək? Bu da fərqlidir. Mesela buxar sterilizatöründə qoymaq olar, paket daha davamlıdır ama həssaslarda bunu eləmək mümkün deyil. Tek koymamız gerekir. Yani sterilizasyon biraz çok detay olduğuna göre bunu konkret desək ona göre biz tədbiri görə bilərik. Məncə burada xanımın nəzərdə tutduğu odur ki, yəni o çox qoyduqlarımızı paketi açanda digərlərinin sterilliyi pozulmurmu işlənilmədiyi müddətdə? Yəqin ki, onu nəzərdə tutur. Yani ben danıştım ki paketin %75'ini doldurmalısınız. Eğer bir de yukarılardan 1,5 santimetre açıklık koyması. Siz onu %100 doldurup koysanız elbette ki onun hiçbir faydası olmayacak. Çünkü burada önemli olan buxarın her yere təsir etmesi eşit miktarda. Eğer bunu sağlayabilmirsinizsə onu ağzına kimi doldurup koyursunuzsa elbette onun hiçbir faydası olmayacak. Yani onlar ama %100'lük bir sterilizasyon gözləməyin ondan, belə deyim yani. Açanda da dərhal işlənməlidir. Yəni o günlərlə Bəli, açıq olacaq. gözlənməməli. Təbii ki. Havayla ilk gözləsin. təmas olduğu anda, mesela ben onu anlattım ki, təmiz steril otaqda niyə bu pozitiv basınc edirik? Təmas olmayacaq. Açdım, açdığı anda artıq sterilizasyon artıq pozuldu, kontaminasiya başladı havayla təmasa. Ona görə mütləq bir şəkildə istifadə etmək lazımdır. Hətta mən dedim ki, bizdə bəzən kənarından açırlar, bizə gətirirlər ki, bu kənarından açılıb heç bir şey olmaz. Amma o da mümkündür. Biz deyirik, yox, olmaz qətiyyən, almamız gərəkir. Sonra burada sual var. Paket avtoklavın içində soyumalı və qurumalıdırmı? Sonra istifadəyə verilir, yoxsa necə? Şöyle biz sterilizatörləri açtığımız zaman bizde bufer zonu olmadığı göre açırdık. Mesela
açıqdır. Siz də autoklav işlətmişsiniz. Autoklav böyle çəkməcələr var. Çəkirsən tam açıqda durur. Cihazın içində durur, cihazın kənarında durur. Bir 15-20 dəqiqə gözlüdür ki, orada soyusun. Bir də konteynerlər üçün belə gözlüdük. Əgər parça varsa tekstil. Onları alırdıq, belə kənarlara ayrı-ayrı qoyurduk ki, daha tez soyusun, daha tez havalandırsın. Yəni içində deyil, o çəkməcəni çəkib dışarıda saxlaya bilərsiniz ya da o kənarına düzüb gözləyə bilərsiniz. Həmin dəqiqə depolamayın, çünki ıslahlıq bir nəmli əmələ gələ bilər. Bir müddət gözləyin ki, orada bir soyma prosesi geçsin. Tamam. Şirvan xəstəxanasından sual var desən, əl qaldırıblar. Buyurun. Salam, çox sağ olun. Təşəkkür edirəm. Çox maraqlı məlumat vermisiniz. BİX-lərlə bağlı soruşmaq istirdim ki, burada qaydalar necə olmalıdır? BİX-lərdə alətlərin saxlama müddəti falan. Bakteriya var, neçə gün qalmalı? Rugiyə xanım, aydın oldu. Mix dediğiniz nerede? Biraz Azerbaycan terminolojisi mi? Mix. BİX dəmir qap. X-lərin Konteyner deyirsiniz. Hə, konteyner necə olur? Yəni cərrahi alətlərdə konteynerdə biz onu yığdıq, kilit qoyuruq. Kilidi qoyduq, gəldi, steril oldu, sizə verildi. Siz kesinlikle o kilidi açmamalısınız. Qıraqda plastik kilidlər olur. O kilit açılmamalıdır. Qapağı bir dəfə açdım, kilidi yerinə taxdım, onda yenə sterilizasyon pozulur. İstifadə etdiyiniz müddətcə yəni əməliyyatxananın quru, rütubət almayan və mümkünsə qaranlıq bir yerdə saxlayın və kilidi sadəcə əməliyyat zamanı istifadə etdiyi zaman açın və istifadə edin. Və belə bir şeylə qarşılaşırıq ki, məsələn, deyək ki, mən seti açdım, sadəcə bir alət götürdüm, geri bağladım, steril qaldı. Yox, bir dəfə açdınız, təmas oldusa o set istər bir dənə istifadə edin, istər bütün set istifadə edin. Artıq onun bütün setin sterilizasyona təkrar getməsinə ehtiyac var. Kilidi açılmamış şəkildə bəs neçə müddət saxlamaq olur? Əgər bunu biz normalda konteynerləri saxlayırıq nədə? Buxar sterilizatörlərində 6 aydan 1 ilə qədər saxlaya bilərsiniz. Amma 6 ay keçmişsə təkrar sterilizasyon olması tövsiyə edirik. Tamam, təşəkkür edirəm. Rica edirəm. Buyurun. Bir də təcili yardımda çağırışdan gətirilən alətlər neçə dərəcədə sterilizasiya olunur? Şimdi təcili yardımdan gətiriləndə əgər cərrahi alətlərdirsə, bunu buxar sterilizatöründə eləyirik. Yəni əgər acil bizdən tez istəyirsə 131 dərəcədə 5 dəqiqəlik verə bilirik. Amma çox aciliyyəti yoxdursa 120 dərəcədə 15-20 dəqiqə eləyə bilərsiniz. Acildən bizə əgər kateter gəlirsə və ya drenaj gəlirsə, bunların işləmi biraz çəkir. Çünki bunlar artıq həssas olduğu üçün bunların birbaşa hidrojen peroksid sterilizatörünə getməsinə ehtiyac var. Ona görə biraz bekletmeye ihtiyaç var. Yani dediğim gibi aletdən alete göre değişir ki o alet bize geldiğinde ona uygun, protokola uygun hayata geçirdirik. Aksu'nun sualı varsa buyursun. El qaldırılıb. Salam, Ağsu rayonundan böyük baş deputatçı Mustafa İbn Nuranə. Soruşmaq istəyirdim. Bu sterilize olmuş kraft paketlər, yəni onların sterilize olunandan sonra, şöbələrə getiriləndən sonra onların saxlanma müddəti nə qədər olur? Şöyle paketlemeden aslı olarak değişir. Dediğim gibi siz eğer Dedik, bir neçə dəfə demişik artıq. bir dediğim buxar sterilizatöründən keçilibsə, tek poşeti varsa, tek klokdadırsa 6 ay saxlayırsınız. Çift poşeti olunursa 2 dəfə poşetin içindədirsə 1 il saxlayırsınız. Eğer qaz sterilizatöründə olunursa 1 ilə qədər qalır. Və zaten bunu bizdə məsələn personel rənginə görə bilirdi ki, bu qaz sterilizatördür yoxsa buxar sterilizatörüdür. Buxar sterilizatörlərinin poşetləri yaşıl rəngdə olur. Qaz sterilizatörlərinin rəngi mavi rəngdə olur. Bir də zaten qıraqlarda yazır H2O2 ya da buxar. Bu şəkildə buna görə bir də alətə görə zaten personelin bilməsi gərəkdir ki, bu hansından keçir ya da sterilizasyon şöbəsində yenə məlumat ala bilərsiniz. Zaten mövzunun başında vurguladım ki, əməliyyatxana ilə sterilizasyon hər zaman kontaktda, hər zaman koordinal işləməlidir ki, biz bir problem olan kimi həmin dəqiqə müdaxilə edək. Evet. Burada HBV, HCV HIV ilə bağlı təlimat soruşur. Xeyr, təbin bununla bağlı təlimatı yoxdur. Amma yenilənmə gedir və orada nəzərdə alınacaq. Yəni hal-hazırda hazır bir təlimat yoxdur ki, bunlar ehtiva etsin hamısını. Digər suala cavab verdiyi BİX-lərdə nə qədər saxlanmalıdır? Təkrar istifadədə yenə də məhlula qoyulurmu?
Yəqin ki, Əlbəttə ki, yəni mən əgər məsələn biz bir dəfə təmizlədik verdik sizə gastroskopi və ya endoskopi, siz onu hər xəstədə istifadə edib bizə gəldikdə mütləq bir şəkildə bütün prosedurlar əksiksiz bir şəkildə yerinə yetirilir. Bu gündə bir dəfə təmizlədim, elə bir şey ola bilməz. 10 xəstəyə gedibsə 10 dəfə də yuyacağıq, təmizləyəcəyik, dekontaminasiya, dezinfeksiya, sterilizasyonu edəcəyik yəni. Məncə bu təkrar sterilizasiyanı bəlkə də burada nəzərdə tuturlar ki, məsələn 6 ay keçdi, istifadə etmədi, gəlir təkrar sterilizasiya. Onu Bəli. nəzərdə tuturlarsa, bəli, təkrar olur. Bəli, onu da edirik. Yəni biz sizə verdik, depoda, ambarda qaldı, əməlxanada qaldı, istifadə etmədiniz. Miladı keçirsə bizə geri verin, biz elə edirik. Biz onu təkrar steril edib sizə geri veririk. Bunu bu şəkildə istifadə etməyi xahiş edirəm. Elə bu Yəni- sual gəlib, alətin üzərindəki gözlə görünən qalıqdan necə təmizlənir? Biz bu barədə çox detallı danışdıq. Əgər izləməmisinizsə linki göndərəcəyik. Chat bölməsinə gələn suallar bu qədərdir. Mən çox vaxtınızı da almaq istəmirəm Ruqiyyə xanım. Öz belə deyim, Türkiyədə olduğunuz müddətdə qazandığınız təcrübələri, praktik təcrübələri sadə dillə izah elədiyiniz üçün sizə bir daha xüsusi təşəkkür edirəm. Yəni bugünkü webinardan da bir daha gördük ki, mərkəzi sterilizasiya şöbələrinin düzgün təşkili əslində bir sadə bir məsələ deyil. Həm pasiyent təhlükəsizliyi olsun, əməliyyatların uğuru olsun, xəstəxana daxili infeksiyaların qarşısının alınması olsun, eyni zamanda personalın özünün sağlamlığı olsun. Burada çox önəmli nüanslar var, əsas şərtlərdən biridir. Rekord təkrar edirəm, paylaşacağıq. Mənim xahişim odur ki, hər kəsdən əldə etdiyiniz bu bilikləri öz müəssisənizdə komanda ilə bölüşəsiniz. Bu gələn il üçün özünüzə ideal olmasa da ideala yaxınlaşmaq üçün bir plan hazırlayasınız, proqram hazırlayasınız. Bizim nömrəmiz var onsuz da sualda. Bizə müraciət edin. Bizim nümunəvi xəstəxanalarımız var sterilizasiya baxımından. Kim müraciət edirsə heç bir müraciət geri çevrilmir. O müraciətə uyğun həmin əməkdaşlar elzam olunur, qısa müddətli kurslarla gedib yerində baxırlar ki, bu dəftər necə hazırlanır, dəftərdə nələr qeyd olunur, bu belə deyim, zəncir necə formalaşdırılır. Bütün müəssisələrin layihəsi eyni deyil. Biz başa düşürük, görüb gəldiyinizi müəssisənizə tətbiq eləyə bilmirsiniz. Amma bu indikatorun yerləşdirilməsidir, yumadır, bu ardıcıllıqdır. Bunlar hamıda eyni getməlidir. Ən azından bunlara riayət eləsəz, inanın ki, xəstəxananızda böyük bir xəstəxana daxili infeksiyaların qarşısını almış olarsınız. Səbirlə dinlədiyiniz üçün Ruqiyyə xanım, siz də çox belə hiss edirdim ki, hər şeyi çatdırmağa çalışırsınız. Sadə dildə izah elədiyiniz üçün çox təşəkkür edirəm. Mən də fürsətdən istifadə edib öz departamentimizin adından hər Çox kəsin sağ olun. Təşəkkür edirik biz də. Əmrəli bayramını təbrik edirəm. Gələn ildə ümidvaram ki, sterilizasiya sahəsində böyük işlər görəcəyik birlikdə. Sağ olun, çox sağ olun, görüşürüz. Çox sağ olun. Çox sağ olun. Çox maraqlı oldu Ruqiyyə xanım. Allah sizə can sağlığı versin. Çox Sağ olun. Sağ olun, əziz həmkarlar. Sağ Çox olun. sağ olun. Çox sağ olun. Çox sağ olun. Çox gözəl dərs